Bismillah. Esselamu aleykum. Və aleykum salam və rəhmətullah. Dəyərli izləyicilərimiz, uzun fasilədən sonra bir ildən çoxdur arası, hə? Yox, 2 ildən çox. 2 ildən çox. 2024 idi. 2024-ün martı. Sizdən sonra biz podkast çəkməmişik. Bu ehtimal çəkmədik, hə? Uzun fasilədən sonra Allaha həmd olsun, çox şükürlər olsun Allaha. Yenidən biz belə xeyirli bir işə təşəbbüs elədik. Allahdan diləyimiz odur ki, bunu davamlı eləsin, faydalı eləsin və bizi bu işə vəsilə eləsin. Amin. Fərhat müəllimə təşəkkür edirik. Yenidən dəvətimizi qəbul elədi, gəldi. Mən də təşəkkür edirəm ki, məni dəvət eləmisiniz. Bu podkastın Baxmayaraq da dəyərli fikirlərim yoxdur. İnşallah o zamanı onu müəyyənləşdirəcək. Əslində bu podkastın əsas çıxış nöqtəsi nə oldu? Təbii ki, 2 il keçdi. Hər kəsin müəyyən səbəbləri var da. Orucun, mənim müxtəlif səbəblərdən dolayı bu podkast dayandı, biz fəaliyyət dayandı. Amma biz baxırıq ki, toplumda çoxlu problemlər var və YouTube-da podkastların sayı artmağa doğru gedir. Dindarlardan başqa hamı hər mövzunu müzakirə edir. Ailə, iqtisadiyyat, nə bilim, uşaq, özəllə bu dövrlərdə ailə məsələləri daha gündəmə gəlib də. Və bizim də əlimizdə bir bəzi çıxış yolları var da bir müsəlman olaraq. Biz deyirik ki, bunu nətər çatdıraq? Axı bunlar bilmirlər də bunu öyrənmək lazımdır. Dində bunun çarələri var. Hansı ki, dünyanın problemlərinə qarşı müsəlmanların əlində daha çox çıxış yolları, daha real, daha köklü çıxış yolları var. Amma müasir dövrdə daha çox danışanlar biz deyilik, qarşı tərəfdir. Bəli. Yəni dərman bizdədir, biz qalmışıq kənarda. Yəni bilmirəm, özgüvən mi zəifdir, nədir? Biz topluma, dünyaya bunu çatdıra bilmirik ki, ay insanlar, ey cəmaət, çıxış yolu burdadır, gəlin burada. Və mən də dedim mən bir oruca yazım görüm, oruc. Biz niyə dayanmışıq ümumiyyətlə? Beyinə Azərbaycanda ən köklü dəvət kanallarından birisidir. Gənc müslim idi, sonra beyinə oldu. Ya indi hal-hazırda və özümüz sual verdik ki, Azərbaycanda İslami təbliğlə, İslami dəvətlə və yaxud da ki, toplumadakı problemlərə İslami aspektdən yanaşan nə qədər virtual proses var da, yəni fəaliyyətlər var. Saytlar, nə bilim, kanallar. Baxdıq barmaqla sayılacaq qədər. Və düşündük ki, bu beyinə bir öhdəlikdir, bir məsuliyyətdir. Təbii ki. Yəni buna görə həqiqətən burada bir haqq var da, yəni. Allah bizə biz əvvələn nəyə şahid edik? Şahid edik ki, texnikamız yoxdur. Bu dəqiqə hər şey var, Allaha həmd olsun. Amma nədənsə bir şey ortaya çıxmır. Demək ki, Allahın bir təqdiri var. Ona görə mən orada yazdım. Dedim, Oruz, gəl bismillah ilə başlayaq da, bir yerdən başlayaq. O da dedi ki, vallahi mən də elə gözləyirəm, motivasiya lazımdır mənə də, müəyyən problemlər var. Ona görə Allaha həmd olsun. Biz başladıq. İndi planlarımız var. Yəni düşünürük ki, hər həftə bir belə fərqli mövzularda podkast çəkək. Və mənə ən çox narahat edən mövzu ailə məsələləri idi. Mən özüm də ailəliyəm, 2 övladım var. Övlad tərbiyəsi, xanım kişi arasındakı münasibətlər, gənclər niyə evlənmirlər, nə bilim, yəni insanların evliliyə qarşı münasibəti dəyişib, düşüncələri dəyişib, davranışlar dəyişib. Dedim, çağıraq Fərhat müəllimi, bir neçə hozanı çağıraq, söhbət edək. Sonra başqa bir podkast qabağıma çıxdı. Orada sual verir ki, biz niyə uşaq dünyaya gətirməliyik? Nəyə görə gətirməliyik? Gətirməliyik. Niyə gətirməli deyilik? Cavab nədir görəsən? Bəziləri deyir ki, bəs o qarşı tərəf deyir ki, böyüyəndə biz qocalacağıq, bizə baxacaqlar. Deyir, robot tutarsan, robot baxar da sənə. Nə ehtiyac var da? Robot sənə daha yaxşı baxacaq falan. Deyir, bəs ona niyə bir uşaq dünyaya gətirməliyik? O orada onu izah edir. Nə bilim, həzz almaq, zövq almaq, bir mənəvi bir şey falan. Deyir, hər kəsin o artıq özünə illa ki bir məqsədin olmalıdır da. Və mən də bir qərara gəldim ki, biz bu ictimai problemlərin müzakirəsinə keçməzdən öncə fundamentdən danışmalıyıq. Təbii. Yəni bəli, hal-hazırda dünyada və Azərbaycanda çoxlu problemlər var. Müharibələr, insan, yəni qiyamətin əlamətlərindən birisi nədir? İnsan öldürmək adi bir hala gəlibdi artıq. Yəni insan həyatı əhəmiyyətsiz bir şeydir artıq dünyada. Hər kəs öldürə bilir bir-birini. Və bir digər problemlər. Tam biz bu problemləri təfərrüat şəkildə müzakirə edəcəyik? Hə, yamaq vuracağıq? Yoxsa bunların kökünə getmək lazımdır? Və mən də düşündüm, bu məsələdə Fərhat müəllim hər şeyə fundamental yanaşan bir insandır. Onu çağıraq və onunla yaradılış, niyə varıq? Bizim ümumiyyətlə bu dünyada nə işimiz nədir? Hə? Biz niyə evlənməliyik? Niyə uşaq sahibi olmalıyıq? Niyə işləməliyik ümumiyyətlə biz? Niyə yaşamalıyıq? Yəni bu əxlaq anlayışı var da, hə? Bu ateistlərin müzakirə etdiyi, insan niyə əxlaqlı olmalı? Niyə yaxşı əməl işləməlidir? Yaxşı əməl nədir ümumiyyətlə? Ona görə belə bir mövzu ilə müəllim, zaten sizə bildirmişik. Zaten sizə bildirsək də dedik ki, gərək burada spontan danışaq da, yəni daha təbii olsun. Bəli müəllim, buyurun. Bismillah. Bismillahirrahmanirrahim. Əvvəl onu deyim ki, burada
bir oturumda danışıla biləcək bir şey deyil. Yəni biz burada bəlkə də bir 3 saat, 4 saat podkast çəksək heç kim baxmaz. Uzundur deyib. Ona görə biz məcbur kimi qısaldıq. Bilmirəm nə qədər nəzərdə tutursunuz. Maraqlı olsa 30 dəqiqə, 40 dəqiqə, 1 saat bilmirəm. 1 saata qədər yaxşı. Hə. Amma Maraqlı olsa seriya çəkərik. Bunun növbəti seriyası mütləq olmalıdır. Çünki yəni burada məramı tam olaraq çatdırmaq mümkün deyil. Yəni belə deyim, insanlar əsldən o qədər uzaqlaşıblar ki, artıq biz burada məsələn 1 saat oturumda lap dayanmadan danışsam belə, insanlara yenə də tam olaraq aydın olmayacaq ki, bu nə demək istəyirdi. Ona görə məcburuq ki, biraz daha uzadaq bu söhbəti. Və burada ola bilər ki, məsəl üçün maraqlı olmasın və s. Bizim kiməsə maraqlı olmaq, kiməsə əyləndirmək üçün zaten burada danışmırıq. Dinləyən dinləyəcək, faydalanacaq, dinləməyən də dinləməyəcək. Yəni maraqlı hala gətirmək məcburiyyətində də deyilik. İkincisi, burada mənim burada olmağım hər hansı bir ekspert və yaxud da ki, nə bilim müfti, nə bilim nə bu belə bir şey deyil. Sadəcə olaraq Allah sizdən razı olsun. Yəni çağırdınız, gəldim o qədər. Yəni bilmirəm nə qismində məni çağırmısınız bura. Problemi zaten odur. Yəni bayaq siz əslindən qopmaq dediniz. Məsələn, təbii ki biz əslindən qopmuşuq. Ona görə də təfərrüatla məşğuluq. Halbuki biz əslə qayıtmaq nə deməkdir? Baxmalıyıq ki, Allah bizim haqqımızda nə deyir? Azza və Cəllə. Yəni bizi yaradan kimdir? Bizi yaradan Allahdır. Allah Subhanahu va Taala bizi yaratdığı üçün də bizi ondan daha yaxşı heç kim tanımayacaq. Ona görə Rəbbimiz bizim haqqımızda nə deyir? Halbuki məsələn biz insanın ümumiyyətlə xisləti odur. Bir yola düşəndə belə bəlkə də əslə baxaraq yola düşüb. Amma yolda müəyyən problemlərlə rastlaşır. Ondan sonra başına o problemlər qatır, artıq əsli unudulur, başqa davaların içinə gedir düşür. Evet. Yəni əslində ilk başda yola düşəndə deyirsən ki, biz Allahın və Rasulunun qoyduğu təlimat üzrə yola çıxırıq, bizim savabətlərimiz bunlardır, biz bunlardan heç vaxt kopmayacağıq. Amma 1, 2 il, 3 il, yəni müddəti fərqli ola bilər. Yola çıxanda yolda müəyyən problemlərlə rastlaşırsan. O problemlərlə rastlaşanda o problemləri həll etmək üçün, o problemləri aradan qaldırmaq üçün, o problemlər səni məşğul edir və sən nə edirsən? Sən ilk başda nəyə görə yola çıxdığını unudursan və başlayırsan oradakı reallıqlarla mübarizə aparmağa və məsələlərə nisbi yanaşmağa. Məsələn, deyirsən ki, ən azından dünənkindən bu gün daha yaxşıyıq. Amma sən yola çıxanda bu niyyətlə çıxmamışdın, başqa niyyətlə çıxmışdın. Və bu şəkildə nisbi yanaşmalarla insan əsldən qopmağa başlayır. Allah Subhanahu va Taala deyir ki: "Ya eyyuhel insanu ma gharraka bi rabbikel kerim." Ey insan, səni Rəbbindən yayındıran nə oldu? Bunu müxtəlif formalar başa düşmək olar. Yəni fərdi səviyyədə də başa düşmək mümkündür. Yəni bir insan doğulur, dünyaya gəlir, müəyyən bir Allaha qulluq üçün yaşamalıdır əslində. Sonra həyatın müəyyən problemləri, qarşısına çıxan məsələlər onu məşğul edir və o insan nəyə görə gəldiyini unudur. Artıq o düşünür ki, mən karyera qurmalıyam, müəyyən bir formada təhsil almalıyam, müəyyən formada karyera qurmalıyam, topluma uyğunlaşmalıyam və s. və ilaxır. Bu tip problemlər onu əslindən yayındırır və qopur. Bu fərd olaraq bir nəfərin məsələsidir. Bu tək bir məsələyə aid deyil, bu bəşəriyyətə də aiddir. Bu bir cəmaata da aiddir. Bu bir millətə, bir xalqa da aiddir. Hər kəsə aiddir bu. Hər kəs bir formada əslindən qopur. Yəni burada dediyimiz məsələdir ki, məsələn, tutaq ki, bir sosial-ictimai problem var, hətta milli problem var, hətta bəşəri bir problem var. Yəni bu Azərbaycan hələ ən yaxşısıdır. Yəni biz Azərbaycanın problemimiz var ki, Azərbaycan ən yaxşısıdır. Biz başqa ölkələrə baxanda orada vəziyyət lap bərbaddır. Yəni mən xarici izləyirəm, qərbi izləyirəm. Orada vəziyyət lap bərbaddır. Yəni biz onlardan bu məsələdə 30 il geri qalırıq. Geri qalmamız yaxşıdır bu məsələdə əslində. Onu da xatırladaq ki, Fərhad müəllim dilşünasdır. Ərəb dili, ingilis dili, rus dili. Hə? Professional şəkildə tərcümə, dərs demək, hə? Bəli. Elhamdülillah. Tamam. Yəni müəllimin o baxımdan fərqli cəmiyyətlərə çıxışı var. Hə? Dil baxımından bəli. Nə baş verir? Yəni rus dili də həmçinin, rus, ərəb, ingilis dili. Və baxanda baxırıq ki, insanlar əslində qopublar. Yəni məsələn bizim ölkədə də bayaq dedin ki, müzakirələr gedir. Hər bir şey danışır. Niyə görə heç kəs əslə gəlmir? Çünki bu günlük problemlər hər kəsin başını qatır və insanlar düşünürlər ki, mən məsəl üçün dünən ortaya çıxmış problemi bu gün aradan qaldırsan vəziyyət düzələcək. Halbuki problem dünən başlamayıb axı. Problem daha uzun müddət əvvəl başlayıb. Yəni sən daha keçmişə qayıtmalısan. Məsələn, burada düşüncə paradigması məsələsi var. İndi qayıdacaq əsli məsələsinə, amma bir müqəddimə olaraq bunu deyirəm. Düşüncə paradigması var. Yəni biz sekulyar bir toplumda yetişdiyimiz üçün və xüsusilə kapitalist bir toplumda yetişdiyimiz üçün çox insanlar kapitalistcəsinə düşünür. Məsələn, kapitalist nə düşünür? Kapitalist çünki dünyada ən önəmli məsələ nədir? Kapital. Yəni pul. Belə lord dilində desək. Ən əsas məsələ pul olduğu üçün
bütün məsələləri pul həll edir. Məsələn, heç kim evlənmək istəmir, deməli ev ala bilmirlər, maaşları aşağıdır, bunu qaldıracağıq. Qadınlar uşaq dünyaya gətirə bilmirlər, qadınların maaşı azdır əslində. Maaş yaxşı alsalar uşaqları bağçaya qoyacaqlar, nə uşaq baxıcısına verə biləcəklər, onda uşaq dünyaya gətirə biləcəklər. Nə bilim, hər şeyə məsəl üçün bu aspektdən baxılır. Yəni bu aspektdən baxılır. Amma məsəl üçün ilahi mesajı əsas alan insan isə, məsələn Allahı həyatının mərkəzinə, pulu yox, Allahı həyatının mərkəzinə qoyan bir insan isə, yəni bu kapitalist deyil. Bu yanaşmaz kapitalist siyasətində olmayacaq. O nə edəcək? O deyəcək ki, Allaha qayıtmaq lazımdır. Allaha qayıtmaq nə deməkdir? Yəni bu mücərrəd bir sözdür də. Allaha qayıtmaq onun təlimatlarına qayıtmaqdır. Biz məsələyə bu cür baxırıq. İndi orada pul mu var, nə ibadət mi var, nə var, artıq orada görəcəyik. Mən dediniz bayaqları insanlar köşə qayıtmır. Siz belə bir şey müşahidə edirsinizmi? İnsanlar bəzi şeylərlə üzləşməkdən qorxurlar. Bax, ölümdən danışanda insanlara görmüsünüz də insanlar qorxurlar. Başqa şeydən danış. Elə bir ki o dəvə olur, dəvə başını salır, qumun içinə. Yəni insan görür orada ölüm görür. Deyir yoxdur. Özünü Allahdır da. Və mənə ən çox maraqlanan şey odur ki, insan nətərə ola bilər ki, özünə sual verməsin. Mən niyə yaranmışam? Yəni insan yaranıb, gəlib bu dünyaya çalışır, yaşayır, düzdür? Və düşür bir axının içinə. Bayaq dedin o təfərrüat. Düşür axının içinə yaşayır. Və axın onun üçün bir çərçivə yaradır, o çərçivəyə görə yaşayır. O nə üçün? Yəni siz bu önəmli bir məsələ deyilmi? Yəni insan oturub düşünməlidir ki, mən niyə yaranmışam? Mən niyə varam? Ümumiyyətlə mən bu dünyaya niyə gəlmişəm? Yəni dini qoyuruq qırağa. Biz nə iş görürük burada? Yəni bu sualı siz ətrafınızda müşahidə edirsinizmi? İnsanlar bu sualı niyə vermirlər özlərinə? Çünki düşünməyə vaxt yoxdur. Və yaxud da bu mənə də maraq. Yəni və yaxud da bu sual niyə toplumla müzakirə edilmir? Mən heç yerdə görməmişəm ki, heç bir TV-də, verilişdə, orada burada bu sual müzakirə edirsən. İnsan niyə yaranıb? İnsanın məqsədi nədir? Biz niyə varıq bu dünyada ki, bu da problemlər ortaya çıxıb. Və bu problemi aradan qaldırmaq üçün nazirliklər, qurumlar, departamentlər, beynəlxalq təşkilatlar qururuq. Yəni bu sual sizin mövqeyiniz maraqlıdır yəni. Bu sual müzakirə edirlər. İnsanları yenə də ya yuhəl insan məğarraka bi rabbikal kərim. Kərim olan Rəbbinə səni yayındıran ki, nə oldu? Allah bunu qiyamət günündən soruşacaq. Və bu nə demək? İnsanlar bugünkü gündə, məsələn, mən sualla cavab verim də. İnsanları bu gündə əslində belə deyək, düşünməkdən yayındıran şey nədir? Nə yayındırır onlar məsələn? O əvvəllər yox idi. Nə ilə məşğul olurlarsa o yayındırır. Əvvəl o yayındıran şeylər yox idi, keçmiş dövrlərdə. Bu qədər deyildi. Var idi yəni də. Bu qədər deyildi. Çünki baxın, qayıdım biraz əvvələ. İnsan heç vaxt indiki qədər yayındırılmayıb. Yəni yayınmayıb. Yəni ən əsas, ən elementar bir şey götürüm. Məsələn, tutaq keçmişdə sahabələrin dövrünə baxırıq. Məsələn, Ayşə radiyallahu anhadan hədis var məsələn, çünki biz iki, bəzən də hətta 3 hilal görürdük, amma bizim evimizdə ocaq qalanmırdı. Məsələn, bu niyə demir ki, məsəl üçün bir ay keçirdi, 4 həftə keçirdi, 3 gün keçirdi, biz qalamırdıq məsəl üçün ocaq evdə. Hilalla danışır. Və yaxud digərləri də həmçinin. Məsələn, deyir ki, ağ sap qara sapdan ayrılanda burada nə qəsd olunur? Məsələn, fəcrin işığı, gecənin qaranlığı və s. Yəni niyə burada konkret bir saat deyilmir ki, məsəl üçün falan saat. Sonradan biz bu cədvəllər falan çıxartdıq bunun əsasında. Yəni bu cədvələ baxırdı, heç kim orada ağsaf qarasaf axtarmır göydə. Onlar təbiətlə yaşayırdılar. Hər şeydə, məsələn Allah Subhanahu va Taala bizə nə istəyir ki, dağlara baxın, onu necə sancmışıq, yerə baxın, onu necə sərmişik, göyə baxın, onu necə bəzəmişik, düzdürmü? İnsan bu şeylərdən məhrum qalıb bugünkü gündə. Yəni biz təbiətlə yaşamırıq. Biz günəşlə oyanıb, günəşlə yatmırıq. Məsələn, günəş çıxır, sən də durursan və yaxud da günəşdən öncə durursan, axır günəşə görə təyin edirsən durma vaxtı. Yəni mən yay, qış, hər fəsildə saat 7-də durmuram. Bəzən saat 4, yay vaxtı saat 3-də, 4-də dururam. Qış vaxtı da biraz daha gec dururam. Çünki günəş gec çıxır. Yəni bu ibadət etdiyin üçün bu belədir. Amma biz ibadət edərkən belə, yəni ibadət edənlər belə, gündə 5 vaxt namaz qılanlar belə, bunlar belə ayı günəşi izləmirlər. Saata baxırıq biz. Otağındakı saata baxırsan, elektron telefonuna baxırsan, məsələn duranda. Heç kəs durub aya falan baxmır. İstərsəmiz biz nə edirik? Biz fitrətimizdən qopuruq. Torpaqdan qopuruq. Məsələn, əslində bu mövzu biraz uzun mövzudur. Sadəcə ora girsə mövzu olacaq. Amma insan nə edir? İnsan torpaqdan qopdu. Çünki keçmişdə insanlar böyük əhalisi kəndlərdə yaşayırdı. Şəhər də olsa kəndə bənzəyən bir şeydir. Yəni şəhər də çox belə betonlaşmış və daşlaşmış, asfaltlaşmış bir yerlər deyildi. Və hər tərəf elektronlaşmış bir yerlər deyildi. Ona görə də və müəyyən bir mərkəzdən təyin olunmuş bir həyat rutini də yox idi. Yəni sən hər gün bu vaxt işə gəlməlisən, bu vaxt çıxmalısan filan bəhmən.
maaşlı gedib kartla almalısan. Belə şeylər yox idi. Yəni insanlar daha təbii yaşayırlar və insanların böyük əksəriyyəti kənddə yaşayırlar. Kənddə yaşayan nə edir? Kənddə yaşayan hər şeyi izləyir, təbiəti izləyir, günəş. Mən özüm kənddə yaşamışam. Günəşlə iş görürdüm. Baxmayaraq ki, müasir dövrdə yaşayırdım. Günəşlə iş görürdüm. Günəş çıxdı, qoyunlar çıxmalıdır. Günəş batdı, qoyuna qayıtmalıdır və s. Və sən torpaqla ayağın torpağa dəyirdi. Torpağı görürdün, dağ görürdün, daş görürdün. Bu gün sən evdən çıxanda nə görürsən məsələn? Gəlirsən, qapanırsan bir bina evinə, müəyyən bir hücrə sənin üçün ayrılıb orada. Sən gəlirsən, oturursan orada. Hücrədən çıxdın, getdin, girdin başqa bir hücrəyə, hansı ki ofisdir. Oradan çıxdın, gəldin, girdin yenə həminki hücrəyə. Vəssalam. Yəni sən nə günəş görürsən, nə ay görürsən, nə bulud görürsən, heç nə görmürsən. Belə olan halda sən nə düşünəcəksən? Məsələn, yol gedirsən. Ancaq düşünürsən ki, işvi fikirləşirsən, nəyi görür? İnsan nəyi görürsə onu düşünür. Məsələn, sən qarışqanı görmürsənsə, qarışqa isə sənin yadına gəlməyəcək. Ki görürsən, məsələn, qarışqanı insan acı qarışqanı izləyəndə, tısbağaya baxanda, nə bilim, quşa baxanda insan nə görür? Məsələn, başdan o haqqında düşünməyə, nə gözəldir. Görürsən bunlar nə edirlər, görürsən bunlar necə yem daşıyırlar yuvalarına və s. İnsan düşünməyə başlayır, təfəkkür etməyə başlayır. Amma sən nə görürsən? Sən hər şey sünidir. Çıxırsan, yaşıllıq görmürsən, torpaq görmür. Yəni yağış yağanda belə sən bu problem olaraq görürsən ki, şəhəri su bastı, ayağımız sulandı falan. Halbuki yağış Allahın bizim təfəkkür etməyimiz üçün bir səbəb olaraq yerə tökür onu. Ən çox ki, yerdən necə otlar çıxır yağışdan sonra. O heç nə düşünməsən belə, lap belə necə deyim, yəni düşüncəsiz bir adam olsan belə, yəni çox da təfəkkür etməyən bir adam olsan belə. O yağış torpağa dəyərkən o torpağın otun iyini ki hiss edirsən ha. Bəli. O şey belə səni fitrətivə qaytarır. Çünki sən torpaqdan yaranmısan, torpaqdır sonun sənin. Yəni biz ən elementar desəm, bu şeylərdən məhrum qalmışıq. Düzdür, həqiqətən. Bax, soruşsaq insanlardan axırıncı dəfə səmaya nə vaxt nə zaman necə baxacaqsan? Sən o da heç nə görmürsən. Nə zaman baxmısan? Mən özümə sual verirəm. Ki mən səmaya axır vaxt nə zaman baxmışam? Yəni şəhərin işıqları, məsələn, gecə düşür. Məşğuliyyət, baş qarışır, yəni. Şəhərin işıqları səmadan heç nə görməyəcəksən. Baxırsan, qapqara bir şey, heç nə yoxdur. Ulduz görmürsən, ay görmürsən, bir şey görmürsən, bulud görmürsən. Yenə də indi müəllim, belə deyək də, axı indiki şəraitdə belə bu şeyləri düşünən insanlar var. Yəni şərait nə qədər çətin olsa da düşünməyə məcbur edirsən özü sadəcə. Özlüyündən gəlmir o düşüncə. Yenə də var yəni. Haqqı tapan, haqqa yönələn insanlar var. Bir də Allah demir mi Quran-Kərimdə mən öz dəlillərimi sizin nəfsinizdə, özünüzdə yaratdım da. Tamam, yəni yoxdur, baxa bilmirik, amma ən azından özümüz bizə ən yaxın varlıq özümüzük də. Özümüzü təfəkkür eləmirik. Amma məsələ nədir? Məsələn, insan özü-özündən qaçır. Özü bunun fərqində deyil. Yəni belə bir şey demir. Mən niyyət eləyirəm ki, özümdən qaçım. Belə bir şey yoxdur. Yəni o elə şəkildə baş verir ki, hiss eləmir ki, mən özümdən qaçıram. Məsələn, tutaq ki, telefon burdadır. Məsələn, evdə təksən. Sənin üçün heç kim səni narahat eləmir. Arvad narahat eləmir, uşaq narahat eləmir. Heç kim səni narahat təksən də. Yəni otur, mən demirəm belə otur belə şey kimi, filosof kimi düşünəsən. Məsələn, kitab oxuya bilərsən. Biraz darıq da yəni. Özünə imkan ver ki, biraz darıxasan da, sıxıl biraz. Ona görə məsələn sən nə edirsən? Amma sənin əlində telefon var, internetə çıxışın var. Ki, açdın, başladın YouTube-dan shortslara baxmağa, nə bilim, Instagram-dan reelslara baxmağa, nə bilim nəyə. Sən imkan vermirsən ki, çünki sən darıxmaqdan qorxursan. İnsan darıxmaqdan qorxur. Halbuki darıxmaq insanı sövq edir düşünməyə. İnsanı sövq edir təfəkkür etməyə. Biz darıxmaqdan qorxuruq. Ona görə daim girdim telefona, başlayıram o video, bu video. Və yaxud da ki, kiməsə zəng gəlirsən ki, görüşək. Görüşən də ki, faydasız şeylər danışırsan. Məsələn, ona görə insan özündən qaçır. Məsələn, biraz sıxıldı, musiqiyə qulaq asır. Ora girir. Yəni imkan vermək lazımdır ki, biraz darıxasan. Mən özüm uşaqlığım yadıma gəlir. İnternet 90-cı illərdə keçib mənim uşaqlığım. İnternet çıxışımız yox idi, kompüter yox idi, smartfon yox idi, heç nə yox idi. Yəni Tetris oyuncağı var idi, onu belə ala bilmirdi ki, bahadır. Nə edirdi? Yəni otururdum belə düşünürdüm. Heç nə. Ya nəsə yazırdım, ya nəsə oxuyurdum, ya nəsə düşünürdüm. Ya da heç nə eləmirdim, ürəyim partlayırdı, sıxılırdım, amma mən məcbur otururdum. Ölmürdük də. Ölmürdük. Bir şey var. Məsəl üçün o bayaq dedim ki, müasir dövrdə dedin ki, məsələn, düşünən insanlar var. Mən də düşünürəm, amma mən düşünməyə özümü məcbur eləyirəm. Məsələn, xüsusi şərait yaratmaq. Baxsam ki, evdə şərait yoxdur, uşaqlar səs salır. Durub çıxıb gedirəm dənizin qırağına. Gündüz vaxtı heç kim orada olmur da. Gedirəm, otururam orada, dənizə baxıram. Bir dənə də uzaq başı qələmlə dəftər götürürəm ki, ağlıma nəsə gəlsə yazaram. Həmin anda təbii gəldi, nəsə düşünərsən. Təbii gəlmədi, elə boş-boş oturub çıxıb gəlirsən. Yəni mən nə demək istəyirəm? Özünü məcbur eləyirik biz indiki dövrdə. Halbuki təfəkkür həyatın öz axışında olmalıdır. Yəni mən təfəkkür eləmək üçün xüsusi saat ayırmamalıyam. Mən xüsusi saat ayırıram, həmin vaxtda təfəkkür etmək təbii gəldi, gəlmədi. Yəni amma təfəkkür həyatın axışında olmalı. Sən işini görərkən, evdə oturarkən, çöldə gəzərkən,
və s. Bir də gördün sən məsəl üçün bir təfəkkür etdin hansısa bir mövzuda. Elə ki bir Allahdan bir ilham olaraq gəlirsən o təfəkkür. Həmin anda gəldisə sən təfəkkür edin. Gəlmədisə təfəkkür eləmirsən, elə keçib gedirsən. Bəs yaxşı müəllim. Axı biz baxırıq ki, Allah Taala Quran-Kərimdə təfəkkür eləməyə yönləndirir və xəbərdarlıq edir ki, düşünməzmisiniz ağzı. Yəni demək ki, bu zamanla bağlı olan bir problem deyil. Yəni siz hal-hazırda danışdıqlarınız xarici səbəblərdən dolayı insanın təfəkkür eləməməsidir. Amma yəni biz tamamda xarici səbəbləri qoyaq qırağa. Axı biz deyirik insan məsuliyyətli varlıqdır, iradəvi varlıqdır. Biz bu dəqiqə insanın məsuliyyətindən danışaq. Axı Allah da bunu eramızdan əvvəlki insanlara da xəbərdarlıq edir baxı. Yəni Məkkəli müşriklər, o dövrdə bunların heç biri yox idi. Onlar tam təbiətin içində idilər. Amma onlar da təfəkkür edə bilmədilər. Və ya təfəkkür elədilər, nəsə onların önünə gəldi. Amma Allah onlara xəbərdar edir ki, siz düşünməzmisiniz? Təfəkkür eləmirsiniz, yəni siz boş-boşuna yaradılmısınız. Yəni demək ki, bu insana xas bir şey. Biz əgər iddia etsək ki, insanlar səmimidirlər, ixlaslıdırlar yəni. İxlaslıdırlar. Amma bunların qarşısında önünü kəsən bir şey var. Ona görə bunlar təfəkkür eləmirlər, elə də ölüb gedirlər. Bu zaman biz Allah'a ədalətsizlikdə ittiham etmiş olaraq ki, Allah bundan münezzəhdir. Yəni necə ola bilər ki, məsələn, bir insan ixlaslıdır, amma Allah ona hidayət vermir. Bəli. Bu mümkün deyil axı. İxlaslı Allah mütləq hidayət verir. O zaman ədalətsiz olur bu. Demək ki, insanın özünün təbiətində bir səmimiyyətsizlik var. Yəni səmimi olan insan, yəni hamımız 21-ci əsrdə yaşayırıq da. Yəni təfəkkür edən də, etməyən də hamımız, yəni o təfəkkür etməyənin yaşadığı gündəlik rutini mən də yaşayıram. Sən də yaşayırsan, başqası da yaşayır. Yəni səbəb nədir? Səbəb ixlas məsələsidir. Yəni əgər bir insan ixlaslı olarsa, o neçənci əsrdə yaşamasından asılı olmayaraq Allah onu hidayətə yönəldir. Yəni səmimi, öz mənafeyini güdməyən ixlaslı. Bəli, məsələn ola bilər məsələn eyni Məkkəli müşriklər öz mənafeyini güdürdü də. Yəni mənafə məsələsidir. Yəni artıq sənin bir yerdən bir gəlir. Yahudilər də həmçinin. Tutaq ki, sənin bir yerdən bir gəlirin var və ya da bir yerdən sənin bir vəzifən var və s. Məsələn, sən əgər hidayəti qəbul etsən, sən onlardan imtina etmiş olacaqsan və ya da imtina etməsən belə onu sənin əlindən alacaqlar, itirəcəksən o şeyi. O zaman sən deyirsən ki, yox, mən bunu üstün tuturam. Yəni burada üstün tutmaq tərcih məsələsidir. Yəni ixlaslı olanda Allah ona mütləq hidayət verir. Yəni ola bilər ki, məsələn, eyni kitabı sən də oxuyursan, başqası da oxuyur, o hidayətə gəlirsən, gəlmirsən. Bu mümkün ola bilər. Salman Faris kimi. Bəli, yəni eyni adam, eyni üslubla, eyni sözlərlə səni də dəvət edir, başqasını dəvət edir, o gəlirsən, gəlmirsən. Bu mümkün ola bilər. Yəni çünki burada yenə də məsələ bilgi məsələsi də deyil. Məsələn, o qədər yəni İngilis şərqşünaslar olub ki, məsələn, fransız şərqşünaslar olub ki, İslamı bizim alimlərdən də yaxşı bilirlər. Amma onlar nə faydası oldu ki onun? Məsələ yenə elm məsələsi də deyil. Məsələ gəlir, hər məsələ ixlasa bağlanır. Əslində baxsan münafiqlər ki, o şərqşünaslar münafiqlərdir. Bəzi şübhə kimi casus kimi gəlib girirlər müsəlmanların arasına, fitnə yaymaq üçün və s. Onlar əslində baxsan belə deyək, səmimi müsəlmandan daha zəki insanlardır. Bəli. Çünki sən bir oyun oynayırsan, o iki oyun oynayır. O tərəfə də oynayır, bu tərəfə də oynayır, iki tərəfə də aldada bilir. Demək ki, məsələ zəki və anlamaq, zəki olmaq və anlamaq məsələsi deyil. Zəka məsələsi deyil. Məsələ ixlas məsələsi, qəlb məsələsidir. Ona görə bizim alimlərimiz daim qəlbə vurğu ediblər. Biz ümumiyyətlə tarazlığı qoruyan bir ümmətik. Yəni yəhudilər çox zəki bir xalqdır. Başları yaxşı işləyir, amma onlar qəlbi kənara qoyurlar. Çünki hətta onlara sədəqə vermək belə yoxdur. Deyirlər ki, əgər Allah onları sevsəydi, onları varlı edərdi. Əgər kasıbdırlarsa, deməli onlar cəzalıdırlar ona görə. Məsələn, xristianlarda isə onlar daha çox qəlbə daha çox vurğu edirlər. Sevmək lazımdır, düşməni belə sev. Yəni İncildə var belə ifadələr. Düşmənini belə sev. Yəni İsanı sev, atanı sev, oğlu sev, müqəddəs ruhu sev, insanları hamını sev və s. Təvazökar ol falan. Amma hər şeydə bir sevgi də özündə bir elmə bağlı olmalıdır. Yəni sevmək yəni nəyə nəzərdə tutursan? Hansı əsaslar üzərində sevməliyəm? Bəs nifrət etmək olmaz ki. Nifrət də lazımdır da. Çünki insanda bu hiss varsa bu yaşanılmalıdır. Bunlar elmsizcəsinə bu şəkildə yanaşırlar. Yəni qəlbə daha çox vurğu edirlər. Qəlb. Bizim müsəlmanlar isə ikisi arasında və qədərkə cəalnakum ummatan vasata. Biz sizi bu etdik. Vasat bir ümmət etdik. Nə etdik? Biz ağlımızı tərk etmirik, qəlbimizi də tərk etmirik. İkisinin arasında tarazlıq yaradırıq. Lazım gəlsə böcəyə belə mərhəmət edirsən. Lazım gəlsə edirsən, bir insanı edam da edə bilərsən. Yəni əgər onun hökmü çıxıbsa edəcəksən. Burada yazığım gəlir falan. Mərhəmətdən də mərəz doğur. Çünki əgər bir insan cinayət edibsə o cəzalanmalıdır. Əgər onun mərhəmət edib onu cəzalandırmasan, o zaman o kimə qarşı cinayət edibsə onun haqqı nə olacaq? Başa yəni sabahın bu cinayətkar olaraq əlini qolunu hər kəs sallayıb gəlsə ki, bizə mərhəmət eləyirlər. Toplumda cinayət artacaq. Demək ki, mərhəmətdən mərəz doğur. Yəni
ədalətli olmaq mərhəmətin önündədir. Hər kəsin haqqı təmin olunandan sonra mərhəmətli ola bilərsən. Biz bunu nə ilə çözə bilirik? Və nə ilə bu qənaətə varmışıq? Ağılla. Təbii ki, Allah Subhanahu va Taala bizə bunun ağılla düşünməyimizi də bizə istəyir. Eyni zamanda qəlblə hiss etməyimizi də istəyir. Yaxınlarının əleyhinə olsa belə ədalətli davranır. Bəli. Burada da ağılı deyir ki, önünə keçir, hisslərinin önünə keçir. Bax indi mövzumuza biraz yavaş-yavaş giriş eləyək. Bu Qəzzada olan hadisələr nə qədər müsəlman öldürüldü də orada, insan öldürüldü, günahsız insan öldürüldü. Və burada iki qrup insan yarandı. Bir qrup Allaha qarşı daha da şey oldu ki, Allah niyə bu qədər insanın ölməyinə icazə verdi? Axı bunlar uşaqlar, günahsızdılar. Əgər həqiqətən də bunlar haqlıydılarsa, niyə qarşı tərəf zalimlar qalib gəldilər, bu qədər insan öldü? Bir qrup isə buradan fərqli nəticə çıxartdı. Bəli. Və mən bunu indi öz anama, ətrafa izah edəndə qohum-əqraba soruşurdu. Yəni deyir Allah varsa niyə Allah bunları cəzalandırmır? Niyə bu qədər günahsız insan öldürülür? Və mən də təbii ki, bunlara cavab veririk. Amma baxırsan ki, cavab dirənir bir yerdə. Tam qane olmur və ya tam başa düşmür. Onu bir həftə sonra eyni sualı yenə verir sənə. Bax bizim mən dedim, yəni suallar var, problemlər var. Amma biz bu problemləri keçici cavablarla yola veririk. Bəli. Mən anama izah edirəm ki, bax bu məsələyə görə bu uşaq öldü, getdi cənnətə, qurtuldu bu. Ya orada bizim də imtahanımız var, onların da orada imtahanı var. Burada müsəlman dünyası bir məhsuliyyət içindədir. Allah onları imtahan edir. Bəli. Yəni amma insanlar bunu başa düşmür və bunu düşünmür və bunu bilmirlər ümumiyyətlə. Onlar necə baxırlar? Bu günahsız uşaq niyə öldürüldü? Bəli. Yəni ona görə fundament Allah bizi niyə yaradıb? Bu uşaq ölürsə niyə ölür? Heç vaxt İmtahan anlayışı nədir? Məsuliyyət anlayışı nədir? Uxravi paradigma ilə deyil. Uxravi mərkəzli deyil. Dünyəvi mərkəzli düşünən adama sən heç vaxt Qəzza baş verən hadisələri izah edə bilməyəcəksən. Çünki o düşünür ki, hər şey dünyadan ibarətdir. İddia edə bilər, yox mən də inanıram axirətə. Amma iman başqa bir şeydir. Yəni iman sənin duruşunda görünür. Yəni sözündə deyil. Heç vaxt ona izah edə bilməyəcəksən. Çünki ona görə dünyadır, ədalət də dünyada təmin olunmalıdır. Yəni sən əgər dünyada ədalət axtarırsansa, onu heç vaxt tapmayacaqsan. Müəyyən xırda məsələ tapa bilərsən, amma fundamental bir şəkildə sən ədalət tapmayacaqsan burada. Yəni köklü bir şəkildə. Ona görə sən heç vaxt nə Qəzzada baş verənlər, nə digər bir dünyanın başqa bir yerində baş verən zülmləri, qətliamları, heç məsələn Hitler o boyda insanların ölümünə səbəb oldu. Sonra nə oldu ki ona? Heç bir şey. Öldü getdi. Öldü getdi. Yəni bilinmir. Müxtəlif fərdəyə qocaldı, öldü. Lap tutaq ki, bunu edam elədilər. Neçə dənə can verdi? Bir can. Sonra nə olacaq yəni? 60 milyon canın qarşısında bir can. Bu ədalətsizlik də. Ona görə sən heç vaxt məsələn dünyəvi düşünən insana bunların hikmətini heç vaxt izah edə bilməyəcəksən. Amma uxravi düşünən insan isə bilir ki, bu dünya heç bir şeydir. Bu dünyada uğur nədir ümumiyyətlə? Gəldi kimsə səni haqsız yerə öldürdü və yaxud gəldi 1 milyon insanı öldürdü. Məsələn, haqsız yerə. Bunların hamısı qanun yerdə mi qalır? Xeyr. Çünki əgər onlar haqq yoldaydılarsa, onlar cənnətlikdirlər. Və ondan dolayı da məsələn bu dünyada ən çox uğur qazanan insan kimdir? İman etdiyi halda ölən. Kim sabit olaraq haqq yolda olduğu halda öldürülərsə və yaxud öldürülərsə, o uğur qazanmışdır. Yəni Allahın bizə öyrətdiyi budur. O uğur qazanmışdır. Kim də ki bu dünyadan yeyir, içər, kef eləyər, amma haqq yolda olmadan ölərsə, o insan da ki bədbəxtdir. Biz belə öyrənmişik. Ona görə məsələn ola bilər ki, mən məsəl üçün doğru haqq yolda yaşadım, amma həyatım çox rahat oldu. Yatağımda da öldüm, çıxdım, getdim. Təbii ki, bunda da bir cənnət var, əgər bu şəkildə ölərsənsə. Amma mənim varacağım yer heç vaxt məsələn Qəzzada haqq yolda olduğu halda öldürülən bir insan qədər olmayacaq. Çünki o zülmlə öldürülür. O məzlumdur. Dünya mükafatı görməyib. Bəli, yəni ona görə mən Allah Subhanahu va Taala deyir ki, dünyada elə insan Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, insan var ki, dünyada bütün çilələr içərisində, istirab içərisində keçər bütün həyatı, amma Allahın ona verəcəyi mükafatı görəndə deyir ki, mən dünyada heç bir əziyyət görmədim. Və bunun əksi də var. Yəni dünya içərisində səfa sürən insanlar Allahın ona verəcəyi cəzanı görəndə deyir ki, mən dünyada heç bir xeyir görmədim. Yəni çünki bu dünya heç bir şeydir. Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, bu dünya əgər deyir ağaca qanadın qanadı qədər dəyəri olsaydı, kafirə ora bir yudum su belə içilməzdi. Yəni, biz bunlara iman edən birisi olaraq, biz belə deyik, hər şeyin arxa planını görə bilirik. Amma iman etməyəni heç vaxt izah edə bilməyəcəksən. Yəni, o suallarla da ölüb gedəcək. İndi biz onlara necə izah eləyək də bunu? Bizim axı hər bir müsəlmanın görəvi insanlara haqqı çatdırmaqdır. Biz o haqqı yaşayırıq. Təbii ki, biz müsəlmanlar da bu şeylərdən qafil ola bilirik.
yəni inansaq Qafil olmaq başqa bir şey, sapmış olmaq başqa bir şey. yox, sapmaq yox. Yəni burada ümumiyyətlə bu şeylərdən xəbər, yəni inanmayanlar, ümumiyyətlə qafil olanlar var. Bir də inanır, amma düşünmür, təfəkkürləmir, başa düşmür. İnsanların bu problemlərinin cavablandırmağa çalışmır və ya cavablandıra bilmir. Və ya o da onun qabağına da bu problemi qoyanda o problemi düzgün cavablar verə bilmir. Bilirsiniz məsələ nədir? Məsələ orasındadır ki, bu dəvətdə öncəliklər məsələsi var. Məsələn, biz hər kəsə hər şeyi izah etmək məcburiyyətində deyilik. Məsələn, o niyə olur, məsələn, bu niyə belədir, bu niyə elədir, o niyə elədir və hər şey məsələn məntiqini izah edirsən. Əgər insan ola bilər ki, məsələn, sənin verdiyin izahlar gündəmdə olan hər məsələyə verdiyin izah eyni zamanda dinin fundamental məsələsi ilə əlaqəli olduğu üçün adam sənin o izahından dolayı özü biraz düşünər və haqqı tapar, hidayət olar. Bu mümkündür. Amma mən belə hallarda, bu istisna hallarda olur belə şeylər. Amma ümumən isə dəvət gündəm üzərindən aparılmır. Məsələn, filan yerdə tutaq ki, bir yeniyetmə intihar elədi. Məsələn, onun haqqında danışır ki, bu belə. Hardasa kiməsə harasa mesaj çata bilər, hardasa. O milyonda birdir, amma əsli bu deyil. Əgər sən bunu başqa bir dəvət tərzi ilə paralel aparsan, bu dediyim şey, yəni gündəmə toxunmaq məsələsini başqa şeylə paralel aparsan, o zaman o effekt maksimum olur. Necə? Sən fundamental olaraq insanları Allahın dinindəki əsas təməl məsələlərə dəvət edəcəksən. Çünki adamın axirətlə imanla bağlı problemi var. Adamın ümumiyyətlə qeybə imanla bağlı problemi var. Adam mələklərə deyir ki, mələklər hansı dövrdə yaşayırıq, mələyə inanaq biz. Məsəl üçün. Belə danışan adama nə başa alacaqsan? Yəni sən gündəmdən danışsan nə olacaq, danışmasan nə olacaq? Onu ilk öncə ən əsas təməl məsələlərdə dəvət aparım. Ondan sonra gündəmdə də ki, nəsə bir şey varsa, ona da şərh verə bilərsən. Amma o əsas məsələni unutmamaq lazımdır. Azərbaycan üzərinə gedək də. Azərbaycan əhali niyə bu sualı müzakirə eləmir? Niyə əhali Azərbaycan əhalisini qoyaq qırağa? Ümumiyyətlə bu insan məsələsi, insanlıq məsələsidir. Bəşəriyyət məsələsidir. Yəni tamam. qayda qışın başına. Sən niyə Azərbaycanla danışanda bizi izləyən Azərbaycanlılar da bunlar biraz daha doğma hiss edir ki, tamam bizi qəsd edir burada. Yəni biz niyə varıq? Ümumiyyətlə bu mövzu niyə müzakirə edilmir? Niyə insanlar mən o sinifdə uşaqlara deyirəm, nə vaxt düşünmüsüz mən niyə varam? Heç kim sıfır. Ya bu adam 60 yaşına gəlib çatır. Mən o keçən podkastda da onu demişdim. Hə, 60. Mən bir sual verirəm. Məsələn, gənclər də belə yığılıblar. Özü indinin söhbəti deyil. Gənc deyəndə mən özüm onların balaca idim yaşda. Danışıram bir neçənci. Mən özüm 20 yaşındaydım. 20-21 belə. Orada mənlə yaşıd, məndən böyük də var idi, yəni belə qarşı. Sual verirəm, deyirəm ki, yəni bir adam məsələn, orta statistik götürək 70 il bir ömür sürüb. İndiki məsələn ömrünün xəzan çağındadır, öləcək bir vəziyyətdə. Buna sual verirsən, sən dünyaya gəldin, niyə yaşadın, niyə ölürsən? O da qarıb sən deyəcək ki, yox, daha doğrusu belə deyim, səhv yerdən girdik. Məsələn, tutaq ki, mən burada oturmuşam. Cəhd durdum ayağa, əlimi vurdum o şkafa, təzədən oturdum bura. Məndən deyirsən ki, sən niyə bunu elədin? Nə olmuş? Deyim, heç nə elə belə. Deyirsən, psixoloji problemlər var, bu dəlidir bu. Düzdürmü? Bu mənim nə qədər vaxtımı aldı? 2 saniyə. Olmasın 3 saniyə. Mən bunun mənasını sənə izah edə bilmədiyimə görə bu hərəkətimi, sən mənə dəli deyirsən. Biz 70 il yaşayıb, ömrünün son addımındadır. Qəbirlə üz-üzə qalıb artıq. Adama soruşsan sən niyə gəldin, niyə yaşadın? Deyir, nə bilim, yaşadıq da. Sən yəni buna necə dəli deməyəsən? Ən böyük problem budur. Yəni mənə o haqsızlıqdır. 3 saniyə mənə hərəkətmə mənə dəli deyirsən, onda heç nə demirsən. Başa düşürsən? Demək ki, məsələn, mən orada sual verirəm. Sual verdim orada. Deyirəm ki, məsələn, sizin həyatınız məqsədi nədir? Niyə gəlmisiniz dünyaya, niyə yaşayırsınız? Biri deyir ki, mən universitetə qəbul olmaq istəyirəm. O birisi deyir ki, mən universiteti qurtarıb yaxşı iş tapmaq istəyirəm. O birisi deyir ki, nə bilim, nə etməsin. Məsələ də burasındadır ki, mən hələ şeydən da 20 il əvvəldən danışıram, o vaxt hələ vəziyyət yaxşı idi, lap pisdir vəziyyət. Heç kim, nə oğlan, nə qız, heç biri ürək eləyib deyə bilmir ki, mən evlənmək istəyirəm. Bunu deyən yoxdur. Elə ki, evlənmək istəyir, bir geridə qalmış, biraz belə, nə bilim, çörək yemək istəyir, buna bax nə gündədir falan. Yəni bu tip kommentlərdən, bu tip yanaşmalardan, nə bilim, qorxaraq, çəkinərək, utanaraq o sözləri dilə gətirmirlər. Məsələ o da deyil, yəni. Evlənmək də deyil məsələ. Yəni insanın həyatının məqsədi evlənmək deyil əslində. Başqa bir şeydir. Baxsaq belə danışılır. Yəni sən düşünürsən ki, doğrudan mı düşünürsən ki, Allah səni yaradıb ki, sən universitetə qəbul olasan? Yəni bunun sənin yaradılış məqsədinlə nə əlaqəsi ola bilər ki? Yəni səndən öncə bizdən öncə çox daha uğurlu insanlar yaşayıblar da. Məsələn. Nə bilim, elə tarixdə şəxsiyyəti olur ki, ayaqqabısının bağı olmalıdır olar. Onlar yaşayıb ölüb gediblərsə, bizim dünyaya gəlməmizin nə mənası var?
Yəni mən durub ondan daha möhtəşəm bir şəxsiyyət deyirəm ki, mən niyə yaşayıram? Başa düşürsən? Məsələ burasında baxırsan ki, daha fundamental suallar var. Sizdən danışanda dediniz, Allahın bir istədiyi bir sosial struktur var. Bəli. Bunun üçün ailə olmalıdır. Sən evlənməlisən. Taş biz deyirik ki, ona görə evlənirik ki, bir özümüzü günahlardan qoruyaq. İki, tamam biz öldük, getdik. Bizdən sonra dini kim aparacaq? Heç kim qalmır da. Mən uşağı Bu dediyin şeylər də təfərrüatdır əslində. Yox, təbii ki, indi bunun amma burada məqsədə doğru gedirəm də. Mən tutaq ki, bir günahdan özümü qorum. Niyə? Çünki mən Allaha inanıram. Allah məni cəhənnəmdə cəzalandıracaq da, düzdür? Bu bir məqsəddir də. İki, deyirsən ki, tamam mən öldüm, uşağım yoxdur. Öldüm, getdim. Tamam, sayımız azaldı. Bu dini kim qoruyacaq? Kim inşa eləyəcək? Bu din necə gələcək əsrlərə yer çatacaq da? Bu kimi məqsədlərlə sən bunu əsaslandırırsan və motivasiya qazanırsan ki, tamam mən evlənməliyəm, uşaq sahibi olmalıyam, ailəmə sahib çıxmalıyam falan. Ailə nədir? Yaxşı. Ailə necə olmalıdır? O məsələ də var ya. Onu özü müzakirə olmalıdır. Təməl mövzu müəllim. Deyəcək o Allah niyə yaradıb bizi? Birinci ümumiyyətlə Allah'a bu adam birinci oradan başlayaq da. Allah niyə var? Varmı Allah? Necə inanmalıyıq ona? Yaxşı, girək. Məsələn, Allah Subhanahu va Taala hamımız bilirik bu ayəni, tez-tez eşidirik. Hamı da tez-tez bunu deyir və xoşlara gəlir bu ayədən. Və mə xalaqtul cinne vel insa illə liya'budun. Zariyat 56. Allah Subhanahu deyir, məncə cinləri və insanları mənə ibadət etməkdən başqa bir şey üçün yaratmadım. Əslində ibadət də biz Azərbaycanlılar bunu səhv başa düşürük. Yəni ibadə deyəndə ərəb başa düşür. Biz biraz səhv başa düşürük çünki bu söz ərəb sözüdür, amma bizim dilə keçəndə biraz mənası məhdudlaşıb. Biz ibadət deyəndə məsələn rituallar başa düşürük. Məsələn, durdum, indi mən bu dəqiqə söhbət edirəm, bu ibadət sayılmır. Halbuki əslində baxsan ibadətdir. İbadət saymırıq da biz bunu. Biz nəyə ibadət sayırıq? Məsələn, durub namaz qılacağam, deyəcəm, hə, bu indi durdu ibadət eləməyə. Bayaq da ibadət edirdim də. İbadət qulluqdur. Yəni biz burada niyə danışırıq? Mən bura gələndə niyyətimi 50 dəfə düzəltmişəm ki, yəni gedirəm Allah üçün danışacağam orada da. Yəni öz nəfsim üçün danışmayacağam, nə başqa şey üçün danışmayacağam. Dəqiq sən niyyətini düzəldərək bir işə girişirsənsə, bu sənin üçün artıq bir qulluq olur. Çünki sən Allaha qulluq edirsən. Və insan hər bir halınla doğru niyyətlə yatırsansa gecə, sən gecə boyu Allaha qulluq etmiş olursan. Yəni ibadət əbədə sözündən, yəni qulluq etmək. Biz qulluq. Və Allah bizi bunun üçün yaradıb. Yaxşı, indi bizi bunun üçün yaradıb. Biz indi qulluq barəsində çox şeylər danışa bilərik, amma biz mövzudan kənara çıxmamaq üçün, sırf mövzunun üzərində dayanmaq üçün bunu endirək sosial-ictimai məsələlərə. Allah Subhanahu va Taala bizi qulluq etməyimiz üçün yaradıb. Qulluq etməyimiz üçün nə etdi? Ora baxırıq. Yəni bəzi ayələr zikr etmək istəyirəm inşallah. Allah Subhanahu va Taala Nisa surəsi 1-ci ayədə bunu deyir. Xutbə duasında da var bu surə. Haşa ayə. Deyir ki, ya eyyuhən-nəsu ittaqu rabbakumul-ləzi xalaqakum min nəfsin vahidə. Ey insanlar deyir, Allahdan qorxun. O Allahdan ki, o sizi bir candan yaratdı. Kimdir bu? Adəm əleyhissalam. Min nəfsin vahidə. Sonra nə etdi? Və xalaqa minhə zəvcəhə. Və sonra da ona zövcəsini yaratdı. Və bəthə minhumə ricalən kəsirə və nisə. Və sonra bunlardan da çoxlu kişilər və qadınlar törədərək yaydı. Düzdürmü? Ayənin davamı da var. Burada dayanaq inşallah. Məsələn, baxsa deyir ki, bizi bir candan yaratdı. Sonra ondan zövcəsini yaratdı. Allahın belə deyək, Quranın bəlağəti və diqqət edəndə insan çox şey başa düşür oradan. Yəni belə bunu oxuyub keçirsən, sən gəlibsə başa düşürəm. Yox, başa düşmürsən. Məsələn, bax, Əlləzi xalaqakum min nəfsin vahidə. O kəs ki sizi bir candan yaratdı və xalaqa minhə zəvcəhə. Və o candan da nəyi yaratdı? Onun zövcəsini yaratdı. Məsələn, Allah belə deyə bilməzdimi ki? Məsələn, Allah sizi nətər deyim sənə? Allah sizi 2 nəfər yaratdı, məsəl üçün. Allah sizi cüt yaratdı. Elə demir. Allah sizi 2 candan ibarət yaratdı. Demir ki, məsələn, Allah sizi 2 candan ibarət yaratdı. Deyir ki, bir candan yaratdı. Sonra ondan zövcəsini yaratdı. Nə məsələdir? Yəni niyə demir ki, 2 candan yaratdı, düzdürmü? Yəni paralel olaraq 2 can yaratdı. Yarada bilərdi. Və nəyə görə məsələn Allah Subhanahu va Taala əzəli və elmi ilə nəyi bilir? Məsələn, bilərdi ki, Adəm əleyhissalam məsələn mən bunu yaradıram. Bu mələk kimi deyil də. Mələyin cinsi yoxdur axı. Mələk yaratdı, mələk gedir həyatını yaşayır. Bu insandır və bunun bir fitrəti var. Ben bunu erkək yaratmır. Erkəyin yanında dişi olmalıdır da. Zaten bundan öncə cinləri də o şəkildə yaradıb. Cinlər də erkək və dişdən ibarətdir. Yəni bizdən öncəki ümmət cinlər olub. Yəni xəlifə vəzifəsini onlar daşıyıblar. Sonra cinlər məsələn cinlərdən Allah bu vəzifəni aldı, insanlara vermək üçün Adəmi yaratdı. Yəni cinlər də şeylərdən ibarət edirlər. Erkək və dişlərdən ibarət edirlər. Yəni onların da erkəyin dişiyə, dişinin də erkəyə ehtiyacı var. İnsan yaradır Allah. Erkək bir insan yaradır. Adəm.
Allah əlbəttə ki, bilir ki, bunun dişisi olmalıdır yanında. Niyə dərhal dişini yaratmır? Birinci gözləyir, Adəm əleyhissalam darıxmağa başlayır. Ondan sonra Həvvanı yaradır. Doğrudurmu? Burada da deyir ki, bir candan yaratdı. Sonra ondan zövcəsini yaratdı. Çox maraqlı bir şeydir. Allah Subhanahu va Taala məsələn tutaq ki, sonra da bunlardan ayənin davamında deyim, çoxlu qadınlar və kişilər yaydı. Yəni çoxaltdı və yaydı. Deməli Allah məsəl üçün o bayaq ki verdiyim o suala cavabı inşallah birazdan gələcək ora. Ayəni tamamlayaq inşallah. Allah insanların belə çoxalmasını bir mexanizmə bağlayıb. Mələklərdəki kimi deyil. Mələyi yaratdınsa var, yaratmadınsa yoxdur. Çünki onlar şey eləmirlər, yəni evlərini törəmirlər bunlar. Amma insan və cinlər də eyni şəkildə insan yaradılır. Bir erkək bir dişi yaradılır. Ondan sonra bu bir mexanizmə bağlı oldu. Bunlar yaxınlıq edəcəklər, bunlardan uşaqlar olacaq. Sonra da onlar da elə və bu şəkildə yayılır. Ona görə də məsələn tutaq ki, ən bir təməl olaraq məsələn insanlar niyə evlənməlidir məsələsinin sualın cavabı ona görədir ki, çünki insan bunsuz yaşaya bilmir. Ən birinci məsələ budur. Yox, özünü zinadan qoruyur falan. Bunlar doğrudur. Amma ən təməl məsələ odur ki, çünki fitrətin gərəyi budur. Yəni sən əgər bunu etmirsənsə, sən fitrətindən uzaqlaşdın deməkdir. Bəli, fizioloji olaraq. Fizioloji olaraq. Hərmə fizioloji. Məsələn bayaq söhbətin başında dedin, məsələn deyir ki, bilmirəm hardasa danışırlar ki, insan niyə evlənir? Nə bilim, yox, niyə uşaq doğmalıyam? Ki məsələn mən qocalanda, bu da çox belə bir şey yanaşmadı. Yəni çox səthi bir yanaşmadı. Deyənlər var da, nəysə də, təbii ki. Deyir məsələn böyüyəndə mənə baxsın, mən qocalarım mənə baxsın. O deyir ki, robot olacaq da bax. Yəni bu insan düşünmür ki, bu insan təkcə olaraq mənim yeməyimi bişirsin, altımı təmizləsin, bu deyil məsələ. Məsələ sənin emosional bir mübadilən olmalıdır. Emosional mübadilə edəcəyin biri olmalıdır. Bu sən necə ki həyat yoldaşınla, zövcənlə bir emosional mübadilən var. Eyni şəkildə sən övladından aldığını heç kimdən ala bilmirsən. Nə atandan ala bilirsən, nə anandan ala bilirsən. Nə əks cinsdən ala bilirsən. Övlad var, hər şeyin öz yeri var. Adam bunu gətir robotla o ehtiyacı qarşıladı. Çünki özünün yanaşması robot yanaşmasıdır. Yəni sən insan deyilsən, sənin emosional bir şeyin yoxdurmu, yəni ehtiyacın yoxdurmu? Ondan dolayı insanlar bu emosional insanın bir emosiyalarının olduğunu, bir ruhunun olduğunu inkar etdikləri üçün, məsələn materialist yanaşdıqları üçün, ondan dolayı da ruhu ümumiyyətlə kənara qoyurlar. Belə bir şey ümumiyyətlə gündəmdə yoxdur. Nəticədə nə olmuş? O nəticədə depressiyalar olur, nəticədə intiharlar olur, nəticədə cinayətlər olur. Yəni insan öz emosiyalarını idarə edə bilmir. Məsələn statistikaya baxırsan, şeydən düz biraz mövzudan kənara çıxmış sayılmarıq. Çünki bu da ailəyə aid olan bir məsələdir. Bir statistika ilə rastlaşmışdım. Bu məktəblərdə cinayət törədilər. Məsələn gedir silah götür, sinif yoldaşlarını öldürür, müəllimini öldürür. Bu ən çox Amerikada olur belə şeylər. Amerikada bunu statistikası çıxardıblar. Rəqəm yadımdan çıxıb. Çünki hazırlıqsız gəlmişəm, belə bədahətlə danışıram. 60%-dən çoxu bu cür uşaqların, bu cür cinayət törədən uşaqların 60%-dən çoxu atasız böyüyən uşaqlardır. Yəni tək ana ilə yaşayır. Ana məsələn gedir həm kişi olmağa məcburdur, həm qadın olmağa məcburdur. Gedir pul qazanmağa ora-bura, uşaq hətta ana evdə olsa belə. Məsələn oğlan uşağı 12 yaşdan sonra tamamilə anasından qopur. Nə mənada qopur? Emosional olaraq bağlıdır. Anasını sevir, o ayrı bir şey. Bir sentimental münasibəti var ona qarşı. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, bir kişi olaraq artıq uşaq gedir, ya həddi bu yaşına, ya yaxınlaşıb, ya həddi bu yaşına çatıb. Artıq onun anasından öyrənə biləcəyi praktikə heç nə yoxdur. Yalnız anasının qucağına ehtiyacı ola bilər. Darıxar, gələr qucaqlayar, öpər. Onun nəvazişinə ehtiyac duyar. Bu başqa bir şey. Amma bir nəsə öyrənim və ya emosiyalarımı idarə edə bilən bir kişi kimi. Məsələn, anası qadındır. Anası oturar ağlayar. Anası hansı bir şeyə bir qadın kimi reaksiya verə bilər, bir qadın kimi düşünə bilər, bir qadın kimi emosional təlatümlərə girə bilər. Amma sən bir ata obrazı gözünün qarşısında yoxdur ki, sən baxasan ki, ailədə bir hadisə baş verib, anamın reaksiyası bu cürdür, atamın reaksiyası bu cürdür və sən ondan öyrənəsən. Bu hansı kitabdan öyrəniləcək bir şey deyil. Sən deyə bilərsən, belə yaxşı kitab var, buradan oxu, gör kişi öz emosiyalarını necə idarə etməlidir. Kitabla öyrənilən şey deyil bu, yaşanılaraq öyrənilən bir şeydir. Bir şey olmalı, bir misal olmalı sən gözünün qarşısında. Ona görə məsələn Allah bunu bir şeyə bağlayıb, bir mexanizmə bağlayıb. Məsələn, və bunu xaotik bir hala da gətirməyib. Çünki əgər bunun başını buraxsan, desən ki, məsəl üçün ki, evlənməyin, amma yenə də uşaq artıq olacaq da, yəni belə xaotik bir şəkildə. Zaten şəriətin məqsədlərindən biri nəsli qorunmasıdır. Yəni bu zinanın haram olması nəsli qorunma prinsipinə zidd olduğu üçün haramdır.
Yəni hər bir şeyi araşdırsan haramlığını, bu 5 şeyə Bəli. zidd olduğu üçün haram olduğunu görəcəksən. Bu zina da ona görə haramdır. Çünki sən nə edirsən? Sən nəslin qorunmasının qarşısını kəsirsən. Ən birinci məsələ budur. Nəsil qarışır elə olanda. Ona görə bunu bir qaydaya bir tabe tutub Allah Subhanahu va Taala ki, yalnız sən övlad istəyirsənsə bunu yalnız nikah yolundan edə bilərsən. Və bu zaman nəsil qorunmuş olur və insanlar arasındakı etibar və etimad itmir. Eyni zamanda mən üzr istəyirəm. Allah insanı, mən elə fikirləşirəm, məsuliyyətli varlıq yaradıb. Məsuliyyət götürən. O deyir mən Sən bir qadınla münasibət qurursansa, bu məsuliyyətini daşımalısan. Yerə göyə verdim o öhdəliyi. Belə gəzdim, çıxdım, getdim, belə ola bilməz bu. Yerə göyə verdim, götürmədi. İnsan onu götürdü, o məsuliyyəti. Və biz indi deyirik ki, araşdırmalar onu göstərir ki, insan nə qədər erkən məsuliyyət götürərsə, o daha çox inkişaf edir. Bir o xarakter formalaşır. Bəli. Tutaq ki, 20 yaşında evlənənlə 29 yaşında evlənən eyni deyil. Nə qədər tez evlənsən, tez inkişaf edərsən, daha tez irəli gedərsən də. İndi bu məsələ düşünsənə. İndi biz təbii ki, evlilik məsələsi üzərindən həyatın məqsədini izah etməyə çalışırıq da, yəni örnəklər üzərindən gedirik. Adam nikahsız olmadan, nikah nədir? Nikah məsuliyyətdir. Hə? Bizim indi müasir hocalar nə deyirlər? Hocalar deyir ki, öhdəlik və vəzifələr üzərinə yüklür, eyni zamanda haqlar da müəyyənləşir. Hocalar deyir ki, get rəsmi nikah olmadan biz dini nikah kəsmirik. Əvvəllər elə deyildi. Lap əvvəllər deyirlər ki, yoxdur, gəlib biz dini nikah kəsək. Sonra bunun fəsadlarını ortaya çıxdı. Dedilər ki, tamam, rəsmi nikahı gətirin, sonra biz dini nikah eləyək. Bu niyə? Zaten əvvəl dini nikah ilə rəsmi nikah sayılırdı. Hə, əvvəl dediyim, yəni 10 il əvvəldən söhbət gedir də. Yəni bu niyə? Niyə? Çünki rəsmi nikah olanda sən hüquqi olaraq məsuliyyət altına girirsən. Nəfsinin önünü kəsirsən. Nəfsinin önünü kəsirsən. Çünki dindar olsan belə, sən nəfs daşıyırsan və səni icbar eləyən qanunlar, icbari bir məcburiyyət yoxdursa, sən o qadının haqlarına riayət etməlisən. Özə bəhanələr taparsan, nə qədər dindar olsan. Hər kəsə aid deyil, amma təbii ki. Yəni toplumda fasiqlər müttəqilərdən daha çox. Örnəklər var da, hə. Niqablı xanım olsa belə, hicablı dindar mömin xanım olsa belə, sən də dindar saqqallı bir kişi olsan belə, o xanım haqlarına riayət etməlisən, boşayarsan uşaq da qalar onun boynunda. Çünki nəfs sənə deyir ki, zaten məsuliyyətin yoxdur ki. Hə? Dolayısıyla indi nikahsız evlilikdə nə baş verəcək? Birinci uşaq qalacaq ikinci planda, uşağın qabağını kəsəcəklər. Uşaq olsa belə kim məsuliyyətinin altına girəcək? O deyəcək mənlik deyil. Bu günləri hüquqi olaraq ailə olanlar belə, ata və ana, uşaq məsuliyyətini tam icra eləmirlər. Uşağa yük kimi baxırlar. Yəni o uşaq əmanət anlayışını mənimsəməyiblər də. Dolayısıyla, yəni birinci biz başa düşməliyik ki, Allah bizi məsuliyyətli varlıq olaraq yaradıb və bizdən məsuliyyət götürməyi və buna sadiq olmağı istəyir və bizim insan olaraq inkişafımız, təbii ki, insan deyəkən bu mömin, şəxsiyyət, hər şey daxildə məsuliyyəti doğru icra etməkdən asılıdır. Hə? Yəni, burada siz burada şey var, yəni bu müasir dövrdə insanlar haqlar, hüquqlar bir-birinə qarışıb. Yəni evlilik yaşanmaz bir hala gəlib. Çünki bilinmir ki, kimin işi, vəzifəsi nədir, kim nə etməlidir, bəlli deyil. Yəni bunu mən yəni iman iddia edən, Allahın dininə görə yaşadığını iddia edənlər arasında belə bu belədir. Yəni mən artıq o toplumda o birisi hissəsindən danışmıram heç. Bunlar belə deyirlər ki, hər gün Quran oxuyurlar, hər gün bir virdləri var, nə bilim o var, bu var, zikirlərə gedirlər, nə edirlər. Quran əzbərləyirlər. Bunlar belə qarışdırıblar məsələləri. Çünki istər-istəməz sən əgər bir hakim bir atmosfer nədirsə, sən onu tozu da olsa gəlib sən bulaşacaq. Və onu sən gözlərin kör olacaq, biraz hər şey rəngləri düz görməyəcəksən və s. O zaman məsələn biz baxırıq nəyə? Allah toplumu iki hissədən ibarət yaradıb. Məsələn, mən nəyə görə həmişə bunu vurğu edirəm? Yəni podkastın xaricində də izləyənlər bilirlər bunu. Qadın-kişi münasibətlərini çox vurğu edirəm. Yəni, kimsə deyə bilər ki, sən də başqa mövzu tapmırsan, niyə başqa şeydən danışırsan? Başqa şeydən danışırıq, söz yox. Amma buna çox vurğu edilir. Niyə görə? Çünki bəşəriyyət iki hissədən ibarətdir. Qadınlar və kişilər. Bunların arasındakı münasibət əgər düzgün şəkildə tənzimlənməsə, ortaya bir xaos çıxacaq. Ondan sonra oradan da heç bir xeyir çıxmayacaq. Yəni qadınla kişi münasibətləri əgər doğru zəmin üzərində formalaşmırsa, o zaman o toplumda heç bir xeyir gözləmə. Ola bilər məsələn sən deyərsən ki, dünyadan bizə nə? Biz məsələn 30 ailə yığışmışıq. Biz dünyanı irşad eləyəcəyik. Yaxşı. Sizdə ər-arvad münasibətləri, qadın-kişi münasibətləri Allahın istədiyi şəkildə deyil. Dolayısıyla sizin elə gördüyünüz işlərdə müəyyən xeyirlər ola bilər. Amma siz çox böyük iddiaların altına girməyin. Deməyin ki, biz irşad eləyəcəyik falan. Sizin çünki özünüzün problemləriniz var sizin.
o problem həll olunmamış. Siz topluma heç nə verə bilməyəcəksiniz. Siz bəşəriyyətə heç nə verə bilməyəcəksiniz. Müəyyən yəni çöldə, çöpdə, xırda məsələlərdə müəyyən faydalarınız dəyə bilər. Amma siz belə fundamental bir dəyişiklik və yaxud da ki, məsələn, bir kökdən bir insanları irşad etmək falan bu şeylə mən bu iddialar səmimi iddia olaraq görmürəm. Ona görə birinci məsələ bu münasibətləri düzəltməkdir. Bura baxanda biz müasir düşüncə tərzindən, müasir zehniyyətdən, belə müasir modernist və liberal zehniyyətdən çox təsirlənmişik. Biz məsələn keçmişə baxanda, çox keçmişə demirəm məsələn, 100 il götürək. Olmasın 150 il, 200 il məsələn. Keçmişə baxanda sosial-ictimai struktur hansı formada, hansı şəkildə təşəkkül tapırdı? Mən burada əslən müsəlman kafir ayrımı da etmirəm. Hamısına baxanda. Yəni ənənəvi bir cəmiyyət. Orada hər şey iyerarxik bir şəkildə təşkil olunmuşdu. Ondan sonra liberalizm gəlir, nə edir? İyerarxiyanı pozur. Modernist düşüncə tərzi gəlir, iyerarxiyanı pozur. Qadın kişi bərabərdir. Sən heç kəsə heç nə deyə bilməzsən. İnsanların fərdi hüquqları var, azadlıqları var filan. Normalda sən bir kişi olaraq, ailə başçısı olaraq məsuliyyət altındasan, amma sənə heç bir səlahiyyət verilməyib. Bu necə olur? Yəni əgər məsuliyyəti mən daşıyırsam, bunun cavabları məndən soruşulacaqsa, nəticə, aqibət məndən soruşulacaqsa, o zaman mənə səlahiyyət verir, mən idarə edə bilim də. Elə bil ki, sən vermirsən bir ölkəni bir adama ki, sən bu ölkəni idarə elə, amma ona heç bir səlahiyyət vermirsən. Heç kim o sözünə baxmır. Səlahiyyəti çatmır da. Sən onu necə məsul tuta bilərsən ki, bu niyə xaosdur? Səlahiyyəti çatmır. Məsuliyyət səlahiyyətlə bir yerdə gəlir. Müasir liberal fəlsəfə kişinin əlinə səlahiyyətləri alır, sonra da onu məsul tutur hər şeyə görə. Kim idarə edirəm? Nədən məsul tutur? Hər şeydən. Yəni hətta əgər sənin qadının ağlayırsa, buna görə məsuliyyət sən daşıyırsan, onu ağladırsan. Başa düşürsən? Hər şeyə görə məsuliyyət sən daşıyırsan. Anladım. Səlahiyyət doğru. Yəni sabahsı gün sən desən ki, madam hər şey, tutaq ki, məsəl üçün qadınla kişi bərabərdir. Onda o zaman eləyək, necə deyim sənə? Mən sən necə pul xərcləmirəm, sən də mənə pul xərcləməlisən. Məni saxla. Hamı sənə necə baxacaq? Hamı sənə deyəcək ki, sən kişi deyilsən, düzdürmü? Yəni nə oldu bəs bərabər idik? Yəni burada bunu misalları xeyli uzatmaq olar. Hər bir məsələdə misal xeyli uzatmaq olar. Məsələn sən uşaqdan sən məsuliyyət daşıyırsan, amma uşağı sən istədiyin kimi tərbiyə edə bilməzsən. Yəni əgər mən tutaq ki, özüm müəyyən dəyərlər daşıyıramsa, mən istəyirəm ki, mənim övladım da o dəyərləri daşısın da. İnsan belə olmurmu? Yəni bu insan olmağın gərəyidir. Amma deyək ki, sən özün nəyəsə inana bilərsən, uşağı onu öyrətmə, uşağa başqa şey öyrət. Mən necə öyrədim onu? Məsələn, mən bir müsəlman olaraq inanıram ki, cənnət, cəhənnəm deyə bir şey var. Belə yaşayanlar cənnətə gedir, belə yaşayanlar cəhənnəmə gedir. Mən deyirəm ki, övladım, mən özüm cənnətə gedirəm, getmək istəyirəm. Amma sən mənə baxmaya, sən istəsən cəhənnəmə get. Belə deyə bilərsənmi? Bu ağılsızlıqdır bu. Yəni amma bunu bir baxırsan belə bir ağıllı başlı bir professor zat çıxır, belə bir absurd bir şey danışır. İnsanlar bu yemi yeyirlər. Yəni bu əcaib bir şeydir. Çünki laxlayıb hər şey, fundament laxlayıb. Heç bir şey yerində deyil. Məsələn, ona görə biz Bəqara surəsində ayə var. Deyir ki, "Və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil ardı xalifə." Çox sevirəm bu ayəni. Allah Adəm əleyhissalamı yaradacaq və bunun təqdimatını eləyir, tabiri caiz isə mələklərə. O zaman ki, sənin Rəbbin mələklərə dedi ki, mənim üzərində bir xəlifə yaradacağam. Xəlifə yəni kimi nəzərdə tutur? Kimi yaradacaq? Adəmi yaradacaq. Adəm nədir? Adəm kişidir. Adəmi yaradır. Xəlifə nə deməkdir? Ona baxanda. Xəlifə, burada iki görüş var. Xəlifə sözü ilə bağlı. Biri xəlifə xalifə sözündəndir. Yəni bir şeyin gəlib yerini tutan deməkdir. Yəni arxasınca gəlib onun yerini tutan deməkdir xəlifə. Burada iki görüş var. Bir görüş odur ki, sələfdən olan görüşdür. Bir görüş odur ki, Allah insanların yaradılış verək artımını mələklər kimi etməyib şeyə bağlayıb, avtomatika bağlayıb. Yəni bir nəsillər dəyişir. Bir nəsil gedir, onun yerinə başqa nəsil düşür. Bu xəlifə olur. Yəni bir bu görüşdür. Bir də o görüşdür ki, Allah insana vəzifə yükləyir. Yəni ki, Allahın yer üzərindəki qanunların icrası üçün səni təyin edirəm deməkdir bu. Yəni sən bunu yer üzərində ədaləti bərqərar edəcəksən və s. Bunun üçündür. Bu iki görüş bir nəzirdirmi? Xeyr. Yəni ikisi də doğrudur. Həm o var, həm bu var. Amma ki Allah Subhanahu va Taala elə kəlmələr seçir ki, o kəlmələr hər mənaya gəlir və çox gözəl olur. Yəni bütün bucaqlardan vurur yəni belə. Hər tərəfi mənalar vurur. Və burada Adəm əleyhissalam bu şəkildə təqdim etdi. Havva yoxdur. Ondan sonra Adəm bir müddət dolanır cənnətdə, cənnət kimi bir yerdə belə özünə yer tapa bilmir. Baxır ki, indi heç vaxt bilmir axı qadın nə deməkdir. Allah nəsə içəndə nəsə lazımdır buna. Amma bilmir ki, nədir o. Və Allah Subhanahu va Taala onun üçün Havvanı yaradır.
qabırğasından yaradır deyə inanc var. Belə bir nas yoxdur, yəni belə bir dəlil yoxdur. Ayə, hədis yoxdur ki, məsələn Allah açıq-aydın belə bir söz yoxdur ki, Allah qabırğadan yaratdı. Amma buna işarə edən müəyyən şeylər var, dəlillər var. Ona görə buradan inanmaqda problem yoxdur. Qabırğadan yaratdı. Fərqi yoxdur zaten. Amma Allah Həvvanı yaratmamışdan öncə bir təqdimat etmədi mələklərə ki, baxın mən indi Həvva yaradıram. O da nə bilim belə. Allah Adəmin yaradılışını xəlifəlik missiyasına bağladı. Həvvanın yaradılışı nəyə bağladı? Xəlifəyə kömək eləməyə. Qoyma o darıxsın. Ona dəstək ol. Muavin. Ona mənəvi dəstək ol. Ən başda, fiziki dəstək ol ən başda. Yəni hər nə dəstək lazımsa o dəstəyi ona göstər. Amma sən gəl xəlifənin həyat və fəaliyyət trayektoriyasını dəyiş. Xaos yarat. Onunla mübarizəyə gir. Belə bir şey yoxdur. Yəni sən məqsədini aşdın. Sən artıq bu nədir? Bu deməkdir ki, sən tuğyan edirsən artıq. Sən öz həddini aşırsan. Tuğyan da nə mənaya gəlir? Hər kəs bəllidir. Hər kəs bilir bunu. Yəni həddini aşırsan sən. Ona görə əgər insanlar bu iyerarxiyanı bilsələr ki, kişinin vəzifəsi Allahın əmrlərini yer üzərində icra etməkdir. Qadının vəzifəsi bu işdə ona yardımcı olmaqdır. Ona görə hətta bunu endirə bir ailə məsələsinə, bəşəriyyətdən ailə məsələsinə. Hətta ailədə bir kişi bir addım atacaqsa və yaxud da ki, hər hansı bir fəaliyyətin içərisinə girəcəksə və yaxud hər hansı bir qərar verəcəksə əgər, nə ilənsə bağlı, hətta o qərarı qadın yanlış görsə belə, ona nəsihət edir. Etməlidir. Çünki sən baxsan ki, bu adam sənə görə, bəlkə sən də səhv fikirləşirsən. Sənə görə o nəsə yanlış eləyəcək. Nəsihət elə. Əgər sən nəsihətini dinləməsə, bundan o tərəfə sənin ona müdaxilə etmə hüququn yoxdur. Çünki artıq o etsə, uzaq başı səni dinləməsə, gedərsən başqa bir şeyxə, böyüyə, abiyə, nə bilim kiməsə, dərdimi deyərsən ki, bu belə bir şeydir. O da gəlir ona nəsihət eləyər falan, o artıq səndən keçdi. Yəni sən gəlib ona tapşırarsan, tutaq ki, mən səhv eləyəcəm. Gəlib Yaminə deyir ki, sən Yamin ona nəsihət elə. Yamin gəlmə, sən getdin. Sən yoxsan. Qaldı sən də mənim aramda oldu söhbət. Qadın bura qədərdir. Maksimumu deyirəm ha. Burada bitdi. Ondan sonra o gedər xəta mı edər, qələt mi edər, nə edərsə artıq Allah qarşısında o cavab verəcək. Hətta qadına görə də cavabı kişi verəcək. Çünki Allah deyir ki, ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara. Ey iman edənlər, özünüzü və əhlinizi oddan qoruyun. Əhlimi oddan qoruyun. Məsələn, əhlini irşad etmədiyin üçün, əhlini doğru yola çəkmədiyin üçün və yaxud da ki, bu məsələdə naqisliklərə, məsuliyyətsizliyə yol verdiyin üçün və onları bundan dolayı yolunu azarlarsa və yaxud müəyyən xətaların içərisinə düşərlərsə, əxlaqlarına xələl gələrsə, bu zaman məsuliyyəti kim daşıyır? Məsuliyyəti kişi daşıyır. Bu demək deyil, qadın məsuliyyətdən azaddır. Qadın məsuliyyətdən azad deyil. Amma onunla bərabər kişi də məsuliyyət daşıyır. Ona görə kişiyə səlahiyyət verilib ki, bunların üzərində nəzarətçi olsun. Qadına isə öhdəlik var ki, ona mövzuda itaət etsin. Amma burada bu ümumi olaraq danışdığım şeylərdir. Ona görə ən birinci, əgər kişilər islah olmazlarsa, qadınlar heç vaxt islah olmayacaqlar. Sən desən ki, məsəl üçün, qadınlar möhtəşəmdirlər, amma kişilər zayıdırlar. Belə bir şey mümkün olan deyil. Hansısa bir ailədə belə bir şey ola bilər. Mən bunu demirəm. Ümumi olaraq deyirəm. Yəni. Ümumi olaraq götürəndə belə bir şey mümkün deyil. Çünki kişi bir qəlibidir. Məsələn, bu stəkanın forması bu cürdür. Bu başqa cür də ola bilər. Armudu ola bilər. Nə bilim, belə başqa cür ola bilər. Qadın isə bir mayedir, sudur. Sən onu onun içine tökürsən, qəlib necəsə o həmin o formanı alır. Ona görə Allah sallallahu əleyhi deyir ki, ey kişilər, siz namuslu olun ki, sizin ana bacılarınız da namuslu olsunlar. Hər şey bundan qaynaqlanır. Yəni kişidən qaynaqlanır. Kişi əgər saparsa, qadın da onunla birgə sapar. Adam deyir ki, evlənirsən, evlənmək üzərindən məsuliyyət götürürsən, əziyyət çəkirsən, uşağa baxırsan, arvadın nazı ilə oynayırsan, gecə çıxırsan, sən deyir nə etmək lazımdır? Sən elə bunun üçün varsan da sən. Mən də onu deyirəm ki, yəni insan məsuliyyətlər, qaçır məsuliyyətdən. Baxın, mən bir şey deyim sənə. Bu hər şeydə keçərlidir də. Mövzumuza aidiyyatı olacaq bir şey deyirəm. Sadəcə insan, onu biz burada izah eləməliyik ki, insan kimdir? İnsan nədir? İnsanda nələr var? Liberal təfəkkürün, liberal zehniyyətin. O söndürə üşüdüm abi. Modernist, liberal, fərdiyyətçi zehniyyətin ki, bunlar fərdiyyətçiliyi aşılayırlar insanlara. Yəni yol verdiyi ən böyük fəsadlardan, səbəb olduğu, yol verdiyi deyil. Səbəb olduğu fəsadlardan biri də odur ki, o insanlara hədəfi səhv göstərir. Məsələn, deyir ki, insanın yer üzərində var oluşun məqsədi xoşbəxt olmasıdır. Bu tamamilə cəfəngiyatdır. İnsan yer üzərində əsas hədəfi xoşbəxt olmaq deyil. İnsan yer üzərində Allaha qulluq etməkdir.
Sən bundan xoşbəxtlik duyursansa, qulluq etməkdən nə gözəlsən, əla, nemət üzərinə nemət. Yox, əgər sən bundan xoşbəxtlik duymursansa da ki, duyma. Yəni sənin vəzifə borcun sən bunu eləməlisən. Məsələn belə bir şey götürək. Kritik nöqtə var bu xoşbəxtlik məsələsidir. Bu məsələ ona görə bax. Necə ki, ona görə iblis bunlar nə edirlər? Bunlar iblis ümumiyyətlə, insanların emosiyalarından oynayır. İblisin insan saptırma metodu budur. İblis gəlir, heç vaxt sən Allaha xitab edə bilməz. Gəlsə emosiyalarla xitab edir. Və sən əgər emosiyalarına ağlını üstələməyə başlayırsa, ağlını bulandırmağa başlayırsa, sən artıq sapdın deməkdir. Ona görə də xoşbəxtlik nədir? Xoşbəxtlik ağılla algılana biləcək bir şey deyil. Bu hisslə yaşanılacaq bir şeydir. O gəlir sənin dünyadakı varlığını, yəni yaşama qayəni gətirir müəyyən bir hisslərə bağlayır. Başa düşürsənmi? İnsan da elə bir varlıqdır ki, sən bugün xoşbəxtlik duyduğun bir şeydən sabah xoşbəxtlik duymayacaqsan. Çünki sən artıq onu öyrəşirsən və artıq ondan həzz almırsan. Bəli. İnsan hissləri, reseptorlar, 5 duyğu şeylər, orqanı var da. Sən orada məsəl üçün hiss duyma reseptorları var insanda. Dünya həyatı elə bir şeydir ki, sən məsəl üçün bir şeyə toxunaraq və bir şeyin dadına baxaraq həzz ala bilərsən. Amma artıq sən onu öyrəşəndən sonra artıq ona həzz almırsan. Məsələn, sən belə deyək də, çoxdandır kabab yemirəm. Tamarzıyam buna. Gətir kababı ləzzətlə yeyəcəm. 1 gün, 2 gün, 3 gün, baxsam 5 gündən sonra deyəcəm ki, bu nədir belə? Başqa yemək yoxdur. Düzdürmü? Bu bütün məsələlərdə belədir. İnsan reseptorları öyrəşir. Ona görə Allah nə edir? Allah məhdudlaşdırır. Ki sən ömrünün axırına kimi bundan ləzzət ala biləsən. Sapmayasan, qaçmayasan başqa tərəflərə. Başa düşürsən? Və sən məsələn üçün cinsəlliyin önünü açsan, insan artıq əks cinsi maraq göstərməyəcək. Başqa yerlərə sapacaq. Başa düşürsən? Çünki artıq reseptorlar onu öyrəşib. Amma səni məhdudlaşdırır evliliklə ki, sən nə edəsən? Sən məhdud çərçivədə bundan məşğul olsan, ömrünün axırına kimi bundan faydalanasan. Yemək məsələsi, yatmaq məsələsi, hər şey. Və sənin həyat qayəni xoşbəxtlik etmir. Çünki xoşbəxtlik hisslərlə yaşanan bir şeydir. O gətir onu hisslərə bağlayır və dolayısıyla sən nə edir? Sən bugün bir şeydən xoşbəxt olursan, sabah xoşbəxt olmayacaqsan, sənə başqa şey xoşbəxtlik hədəf olaraq göstərəcək. Sən onun dalınca gedəcəksən, onun dalınca gedəcəksən və geri özünü cəhənnəmdə tapacaqsan axırda. Biz yer üzərində vəzifə və öhdəliklərimiz var. Bəli. Sən xoşuna gəlsə də belədir, xoşuna gəlməsə də belədir. Məsələn, bir qadın evi yığışdırır, evi təmizləyir, yemək bişirir, uşaqlara baxır falan eləyir. Bundan özü yəni xoşuna mı gəlir bu? Öz başına qalsa o işlərlə məşğul olmaz. Amma bilir ki, mənim vəzifəmdir, mən bunu eləməliyəm. Mən eləməsəm kimə deyəcək? Eyni şəkildə kişi də elər. Məsələn, sən dur səhər denən ki, mən işə gələndə özüm yaxşı hiss eləmirəm, ay müdür, mən gəlmək istəmirəm bugün. Sənə nə deyərlər? Sənə deyirlər ki, sən dəlisən. Necə yəni? Sənin xoşunla hərəkət etməliyik. Sən iş var, işə gəlməlisən. Eyni şəkildə məsəl üçün sən evli olduğun qadına de ki, məsələn işıq pulu gəlib. Ödəməlisən bunu. Borcun var. Məsələn 30 manat. Deyirsən ki, ayda mən onu ödəmək istəmirəm. Xoşum gəlmir onu ödəyəndə. O ödəyəndə bir işimi belə özünü narahat hiss edirəm. Ödəmək olar sən ödəyəsən. Belə bir şey deyə bilərsən, yəni bu ağılsızlıqdır. Ona görə də sən xoşuna gəlsə də gəlməsə də, sən elədiyin hərəkətin bədəlini ödəməlisən. Sən yer üzərində bir vəzifən var, onu icra etməlisən. Və beləliklə nə olmuş olur? Kişilər zəif bir məxluqa çevrilirlər. Yəni heç bir məqsədi olmayan, məsələn baxırsan ki, məsələn 30, 35, 40 yaşındakı kişi gedir PlayStation oynayır. Adlarını bilmirəm heç oyunların. Gəlir PlayStation oynayır. Yəni hardan, niyə görə? Çünki bundan ləzzət alır bu. Ümumiyyətlə müəllim, PlayStation və yaxud da özü məsuliyyət altına girmir, amma cibinin xərcliyini atasından alır. PlayStation oynamaq olar, mən oynamıram. 40 yaşında da oynamaq olar da, Oruz. Mən halal haram boyutuna girmirəm. Mən halal haram boyutuna girmirəm. Mən onu demək istəyirəm ki, Oruzdan niyə soruşdun? Yox, indi üçüncü şəxssən də, yəni. Halal haram boyutuna girmirəm. Yəni onun amma o ayrı bir mövzudur. Yəni mövzumuz o deyil. Bu məsuliyyət məsələsi, deyirsən o işə getmək istəmirəm, ödəmək istəmirəm. İnsan biz bəzi məsuliyyətləri icra edirik. Səhər duruq sübh namazı qılmalıyıq. Səhər duruq işə gedirik, hə? İşdə halala harama diqqət etməyə çalışırıq. Gəlirik övladımızı düşünürük, valideynimizi düşünürük, yoldaşımızı düşünürük. Bir deyirik ki, onlara qarşı bizim hansı öhdəliklərimiz var özümüzə. Tutaq ki, yoldaşımı aparım biraz, ya yorulur, işləyir, aparım biraz gəlsin, istirahət edir. Uşağımı aparım biraz, nə bilim, falan yerə aparım. Valideynimə bir zəng gedim, halay-fal soruşum, gedim onu ziyarət edeyim. Təbii ki, bunların hamısını biz istəyərək eləmirik. Düzdür, sevərək eləmirik ki. Bəzən yorğun olursa, yatmaq istəyirsən, bunu eləyirsən. Sən deyirsən ki, mən bunu eləməliyəm. Niyə? Çünki Allah mənə bunu əmr edib.
Mən buna görə hesab verəcəm. Mən buna məsuliyyət daşıyıram. Haqlar var yəni. Aysə bu mənim borcumdur, üzərində haqqdır, öhdəlikdir. Sən necə ki öz nəfsani istəklərin var, arzuların var, onları həyata keçirə bilmək üçün pul lazımdır. Məhz buna görə səhər gözü oxala-oxala məcbur durub keçsən işə, kimisə sözünə itaat edirsən ki, tamam qoy ev yox, bunu eləyim, oradan pul alacağam, onu falan şeylər eləyəcəm də. Gedəcəm Amerikaya gəzməyə məsələn. Yəni o insanlar öz keyflərinin, nəfslərinin dalınca qaçırlar. Yəni insanoğlu bu dövrdə nəfsi o qədər qudurdulub ki, üzr istəyirəm. O qədər insanoğlu nəfsi daima nəfsinə xitab edilib ki, ona görə insan artıq məsuliyyətdən qaçır, nəfsinə xoş gələn şeylərin dalınca gedir. Nədir? Nəfsdən xoş gələn şeylər. Məsələn, mən evlənmədən gedim yaşayım da qızlarla. Üzr istəyirəm yəni. Gedim elə bir 5 ay ondan bir yaşayım biraz, heç bir məsuliyyət götürmədən. Normal elə bir ki, dostam da yəni belə. Yaşayaq, psixoloji, fizioloji, maddi mənəvi gəzək, tozaq. Ondan sonra da gördüm xoşum gəlmir, alınmır, gedib başqasıyla nə bilim yaşayaram. Və ya insan bezən bir varlıqdır, bezəcəksən. Hə? Təbii ki, bezir zaten gedib başqasına da. Sonra uşağın indi qarşı yaşayırıq da, qoy həyatımızı yaşayaq. Bu məsuliyyətdən qaçıb nəfsin istəklərinin dalınca getməkdir. Əvvəllər bu mümkün deyil, çətin idi. Biz indi Azərbaycan toplumundan danışırıq. Hansı ki, Avropada bu əvvəldən artıq başlayıb da bu şeylər. Yəni mən demək istəyirəm odur ki, biz insanlar fitrətindən qaçır. Fitrət nədir? Fitrət məsuliyyətli varlıq olmaqdır. Və o elə bilir ki, fitrətindən qaçıb nəfsin istəklərinin dalınca getməklə Xoşbəxt olmaq istəyir adam. Xoşbəxt olacaq. Çünki əslində bax, yəni səslənişi elə məsumdur ki, adam xoşbəxt olmaq istəyir, neyləsin? Bəli, yəni o zaten onu bilmir ki, bu fitrətdən qaçmaqdır. Sadəcə xoşbəxt olmaq istəyir. Xoşbəxtlik Yəni baxın, instinktin dalınca insan gedir. tipi. Yəni özünü düşün. Narsist insan tipi zaten o da xoşbəxt olmaq istəyən bir tipdir də. Yəni siz onu niyə qınayırsınız məsələn? Bəli. O adam xoşbəxt olmaq istəyir. Amma sən xoşbəxt olarkən nəyi qırıb tökürsən? Bəli, Kimlərin haqqına girirsən? Bəli. Hansı məsuliyyətlərdən qaçırsan? Yox, Bunları da düşünmək lazımdır. ən Ona önəmli- görə özür istəyirəm. Yəni qarşısında həyat məqsədi, hədəfi, həyatın hədəfi xoşbəxtlik olan birisi əslində potensial bir cinayətkardır. Yəni manyak gedir, adam öldürür. Kimlərsə təcavüz eləyir. Niyə eləyir bunu? Xoşbəxtlik hiss eləyir ondan, ona görə. Siz bayaq dediniz, o bezir artıq nəfs, yəni doyur da, yəni reseptorlar üzərinə örnək verdiniz. Məncə bu məsələ daha kritikdir. Nəinki bir adam öz nəfsinin xoşbəxtlik ardına gedəndə deyirsən ki, fəsad törədir də. Amma ən böyük fəsad onun özünə vurduğu fəsaddır. Təbii ki. Nəfs deyir ki, mən istəmirəm. Üstdən deyir, mən bu vəsat götürmək istəmirəm. Belə daha rahatdır mən. 5 ildən sonra necə olacaq? 6 ildən sonra necə olacaq? Bu günləri adam deyir ki, mən məsələ götürmək istəmirəm, ona görə evlənmirəm, uşaq sahibi olmuram. 10 ildən sonra o adam peşman olacaq. Yəni deyirsən nəfs bir yerə qədər də nəfs gəlib dirənir burada. Mən. Çünki qardaş, artıq məni doyuran, məni qane edən heç nə yoxdur. Çünki səhv yola getmisən. Bəli. Qadınları aldadılar bu vasitə. Çünki adam xoşbəxtlik falan mesajlarına onlar da çox tez inanırlar. Emosional varlıq olduqları üçün. Onlar məsələn evlənənlər xoşbəxtlik axtarır. Məsələn, niyə evlənirsən? Sən məni xoşbəxt eləməlisən deyir. Məsələn, kişinin qadını xoşbəxt etmək deyə belə bir öhdəlik yoxdur. Çünki sənin öz vəzifən belə deyil. Sən evlənirsən, sən bir müəssisəyə daxil olursan. Sən gəlib müdirə deyə bilməzsən ki, sənin işin məni xoşbəxt eləmək. Sən də gəlirsən, sənin müdirin sənin ərindir. Sən deyirsən ki, sənin vəzifən məni xoşbəxt eləmək. Xoşbəxt eləmək deyil axı. Yəni sən bir evlənməklə bir vəzifə və öhdəliklər üzərinə götürürsən. Təbii ki, haqların da var, o ayrıdır, o da ayrı bir şey. Amma sən bunları icra eləməlisən. Yəni sən deyə bilməzsən ki, mən belə bunu deyəndə özümü xoşbəxt hiss eləmirəm. Bu absurd bir şeydir. Sən bu vəzifə öhdəlik. Amma bax, Allah Rasulunun bir hədisi var. Deyir ki, bir insan deyir, birisizdən biriniz iman etmiş olmaz, ta ki öz həvasını mənim gətirdiyimə tabe etmədik. Bəli. Subhanallah. Aya da var. Bəli. Bu tam hədisdir, söz-bə-söz deyir amma yəni birincisindən biriniz iman etmiş olmaz, öz həvasını mənim gətirdiyimə tabe etmədik. Ona görə sən öz həvanı, həva nə deməkdir? Yəni sən içərdən sənə deyən İstək və arzuların, bəli. İstək və arzuların əgər sənin Allah Rasulunun gətirdiyi şəriətə uyğunlaşırsa əgər, sən həqiqətən də iman etmirsən deməkdir. Yox, əgər buna uyğunlaşmırsa, əgər deməli sənin imanın naqisdir. Xoşbəxt olmursansa əgər öz vəzifə öhdəlikləri yerinə yetirməkdən, səhvi özündə axtar. Onu bunu günahlandırma. Demək ki, sən bilirsən, sən deyirsən, bu nə həyatdır, mən belə yaşamaq istəmirəm. Əslində elə özü xoşbəxt eləməyəndə özünsən də. Zaten yəni fitrətə doğru getmirsən deyə, qarşılaşırsan deyə. Sən o belə deyək, ailənin məsuliyyətini əgər üzərinə daşımağı bədbəxtlik hesab edirsənsə və bunu arzulamırsansa, bundan qaçırsansa əgər, demək ki, sən naqis bir varlıqsan. Bu qədər. Yəni sən durub burada müəssisəni günahlandırma. Amma müəllim,
biz toplumda məsəl üçün mən buna həmişə imtahan üzərindən örnək verirəm. Tələbə 3 semestr ərzində oxumur. Gəlir imtahan vaxtı 1-2 gün qalmış gecədən gündüzə qədər işləyir, oxuyur ki, imtahanı keçim də. Amma eləsi var ki, bütün semestr boyu oxuyub, gəlir imtahan vaxtı rahatcana keçir də imtahandan. Və yaxud eləsi var ki, ümumiyyətlə oxumur, imtahandan kəsilir, ondan sonra gedir kəsir imtahanlarına, yay məktəbinə gedir falan da, əziyyət çəkir. İndi nəfs, bu da nəfsdir də, yəni nəfs ona deyir ki, yəni boş ver də oxuma, rahat ol. Yəni nəfs nə istəyir? Nəfs istəmir ki, gecə oturub oxuyasan. Nəfs sənin rahat olmağı istəyir. Amma sən o nəfsin verdiyi rahatlığın fəsadını 3 aydan, 4 aydan, 5 aydan cəmaət yayda gəlib istirahət edəndə sən məktəbə universitetə gəlib gedəndə hiss edirsən. Bu əslində hər şey üçün keçərlidir. Əslində məsələn o bənzətmə doğrudur. Məsələn bir çox insanlar bu bənzətməni göstərirlər. Məsələn dünya həyatındakı imtahan məsələsini imtahan zalındakı universitetə imtahan zalındakı imtahanla qiyas eləyirlər. Amma bu qiyas tam olaraq üstə düşmür. Yəni müəyyən yerlərdə doğrudur, elədir. Amma bu qiyas tam üstə düşmür. Məsələn, o bayaq dediyim misaldan mən ağlıma gəldi. Məsələn tutaq ki, tələbələrin potensialı fərqli olur. Biri var gecə gündüz oxuyur amma yenə kəsilir. Bir də var ki, yatır heç şey eləyir. Yəni istisnalar qoy qırağa. İmtahana az qalanda vərəqləyir, gəlir amma keçir. Və ya biri gecə gündüz çalışır, imtahanı keçir. Bir də sadəcə vərəqli keçir. Bunu məsəl üçün biz insan rasional məntiqlə düşünəndə, məsələn, təbii ki, məsələn Allahın imtahanıyla, Allahın bizə elədiyi imtahanla rasional məntiqi qarşılaşdıranda bu bizə ədalətsizlik kimi görünür. Çünki necə yəni o adam burada əziyyət çəkdi, o da məsəl üçün nə bilim 8 aldı, bu da 8 aldı. Düzdürmü? Ədalətsizlikdir axı yəni. O düvəl çıxıb bunun imtahanı asandır da onda. Bu potensial da verən Allahdır axı. Deyirsən ki, madam bu imtahanın keçid balı budur. Niyə bunu imtahanı asanlaşdırmırsan, bundan burada potensial verməklə? Digərsə imtahanı çətinləşdirmirsən, ona az potensial verməklə. Doğrudurmu? Bu önəmli bir məsələdir. Yəni bu bizim məsələmizdə də aidiyyəti var. Zaten biz bir neçə podkast çəkmək fikrində olduğumuz üçün biraz rahatam. Amma Allahın ilahi imtahanı Allahın imtahanı elə deyil. Allahın imtahanı deyil. O biraz məhduddur. Yəni bəşəri bir şey olduğu üçün orada mütləq şeylər var, yəni uyğunsuzluqlar var. Allah Subhanahu va Taala hər kəsi öz potensialına görə məsuliyyətə cəlb edir. Adam var ki, məsəl üçün adam var ki, müəyyən şeyləri anlamır. Başa düşmə potensialı yoxdur. Bu bura qədər başa düşür. Allah onu ora qədər məsuliyyətə cəlb edir. Digər isə çox başa düşür, amma az icra edir. Bəli. O çox başa düşən çoxla mükəlləfdir. Az başa düşən azla mükəlləfdir. Çox potensialı çoxla mükəlləf. Ola bilər ki, məsəl üçün sənə ola bilər ki, mənə hansısa bir işi görmək haram olar. Sənə isə o fərz olar onu etmək. Çünki Allah bilir ki, mən ona əgər can atsam o işi görməyə, əlimi özümə bulaşdıracağam, daha da fəsad çıxacaq ortaya. Amma Allah bilir ki, sən buna əhilsən, məsələn, yamin gəlsə bu işi eləsə, bunu bacaracaq və ümumiyyət bundan çox fayda görəcək. O zaman sənin üzərində o fərzdir, mənə haramdır. Çünki mən gedib batıracam, sən isə gedib inşa edəcəksən. O yüzden hər kəsə eyni don biçmək olmaz. Məsələn, filan kəs gördün, belə elədi, onda alınmadı. O demək sən də eləmə. Və ya filan hər kəsin özünə potensialı var. Yəni sən qiyamət günü mən Allahın qarşısına çıxanda mənim yerimə cavab verməyəcəksən axı. Mən öz potensialımı bilirəm. Məsələn, mən bilirəm ki, mən bunu məsələn, əgər belə deyim də, Allah sənə insanlar bir müsəlman topluluğu var. Hər kəs bir fəaliyyət içərisindədir məsələn. Amma bir boşluq var ki, onu heç kim görmür orada. Sən onu gördün o boşluğu. Və o boşluğu doldurmağın yollarını da öyrənmisən. Allah sənə bunu anlamağı, fəhm etməyi sənə nəsib edib. Allah sənə nə istəyir? Onu həll etməyi. O boşluğu doldurmağı. Sən desən ki, hamı nə edirsə mən də onu eləyim, mənə lazımdır. Desən sən artıq məsuliyyətə cəlb olunacaqsan. Kritik məsələdir. Sən cəzalanacaqsan, o birisilər cəzalanmayacaqlar. Çünki onlar görmürlər onsuz da onu. Amma sən gördün axı. O axına qarşı çıxmaq. Bəli, axına. Amma sən gəlib bu boşluğu doldurmaqsan, səni qınayacaqlar. Sənin müsəlman qardaşların səni qınayacaqlar. Ağıllı çıxmısan sən nə edirsən? Hikmətsizlik eləyirsən. Ay nə bilim nə edirsən. Amma sən də onların sözünə uyub desən ki, yox, mən də axına düşüm onlarla bir yerdə gedim, qoy mən qınamasınlar. Qiyamət günü sən məsul tutulacaqsan, onlarsa məsul tutulmayacaqlar. Ona gəlsən deyəcəksən ki, bu mənim imtahanımdır. Qarışmayın. Mən işimi görəcəm. Demək, mənim anam çox belə sosial aktiv adamdır. Necə sosial aktiv? Ehtiraslı insandır. Bir problem görən kimi həmən ona müdaxilə edir. Müxtəlif yollarla. Bu yaxınlarda icra hakimiyyətinə qədər getmişdi. Məktəbin qabağı su bastığına görə. İndi anamla danışıram. Bu məhəllədəki öz fəaliyyətindən danışır. Deyirəm, insanları görmürlər, başa düşmürlər. Deyirəm, sənin vəzifən nədir? Onları nə isə görüb, nə isə başa düşməkdir. Yəni o imtahan məsələsinə gəlir amma sən qonşunun tutaq ki, evinə oğru girir. Bir qrup qonşu susacaq.
Bir qonşu qapının arxasından qışqıracaq. Bir qrup qonşu qapını açacaq, ucumacaq üstünə. Bir qrup qonşu polisə zəng eləyəcək. Hər kəs etdiyinə görə hesaba çəkiləcək. Yəni sən eləyə bilərdin, yoxsa bunu eləmədin, nə qədər elədin? Və biz burada insanların reaksiyasına görə davranmalı deyilik. Sən burada bunu bacarırdın, elədin yoxsa eləmədin? Sən burada bunun qabağını ala bilərdin. Yəni uca Allah bunu bilir də və sən öz nəfsini də bunu bilirsən. İnsan bunu dərk edəndə rahat olur. Hə, ki mən bunu eləyə bilərdim, hara qədər elədim? Hara qədər məsuliyyət daşıyıram, hə? Və indi anam deyir ki, yəni insanlar başa düşmürlər, onsuz biz eləyirik, anlamırlar, qanmırlar da. Deyirəm ayna, zaten sən bunu eləməlisən. Bunun nəticəsi bizdən asılı deyil yəni. Sən öz işini görürsən. Hə, bizim işimiz bunu eləməkdir və Allah bizə demir ki, sən bu işi elədiyinə görə düzələcək bu. Xeyr. Sən bunu eləməklə mükəlləfsən. Sənin öhdəliyin vəzifən budur. Sən ailə qurarsan, uşaq sahibi olarsan, ailən də pis çıxar, uşağın da pis çıxar. Sən deyəsən ki, mən evlənməz idim. Yəni biz ona görə biz başda mən dedim, biz necə bir varlığıq? Biz məsuliyyət götürən, vəzifələri olan bir varlığıq da. Əgər biz desək ki, bu kainatı yaradan bir varlıq var, bir yaradan var, düzdür? Əgər birinci bunu qəbul etməliyik, müzakirə etməliyik ki, varmı yəni? Bəzən insanlar qəza hadisələrini atırlar Allahın üstünə ki, Allah Taala niyə onu müdaxilə eləmədi? Əgər sən başda sən qədərə alınacaq potensialda deyilsən. Sən kimsən ki, ümumiyyətlə əgər sən sorğulursan. Bax, sən orada Allahı qəbul edirsən də belə çıxır, hə? Çünki o hadisəni atırsan Allahın üstünə. Demişsən Allahı qəbul edirsən. Əgər sən Allahı qəbul eləmirsənsə, amma ateistlər o vasitədən Allahı inkar edirlər ki, Allah olsaydı bu olmazdı məsələn. Yox, adam tərs məntiqlə işləyir. Hadisə baş verir. Baş verən hadisələr üzərindən Allahı inkar edir. Əgər tamam, Allah varsa, sən qəbul edirsənsə, tamam, onda mövzunu başqa yerdə müzakirə edək. Əgər Allah yoxdursa, sən niyə baş vermiş hadisəni Allahın üzərinə atırsan? Yəni günahkar sən burada Allaha qarşı sadəcə bir ateist məsələsi kimidir də. Amma sən desən ki, hə, bəli, Allah var, bəli, inanıram, amma o hadisəni başa düşmürəm. Hə, onda başa salırsan ki, Allah, yəni sənin əgər deyirsən ki, Allah var, yaradan var da, onun sual yaranır. Belə bir yaradan, bu kainatı yaradan mərhəmətsiz, ədalətsiz ola bilərmi? Bu dünyanı öz başına buraxa bilərmi? Demək ki, sənin yaradan anlayışın səhvdir. Sən Allahı səhv tanıyırsan. Allah haşa bu kainatı yaradan Allaha qüsur isnad eləmək olarmı? Yəni demək ki, bizim problemimiz Allahı tanımaqdadır ki, o necə bir varlıqdır. Zaten müşriklərin şirkə düşmə səbəbi müşriklərin zehniyyətini, düşüncə tərzini düzgün başa düşmək lazımdır ki, özümüz də elə olmayaq. Çünki müşriklər niyə şirkə düşürlər? Allah haqqı ilə qədrini bilmirlər. Mən qadarullah haqqa qadri. Onlar Allahın qədri, Quranda bir neçə yer belə bir ayə keçir. Onlar Allahın qədrini haqqı ilə bilmədilər. Nə deməkdir bu? Yəni müşrik niyə Allaha şərik qoşur? Ona görə Allaha şərik qoşur ki, o Allahı yaxşı tanımır. Məsələn, bir adamla danışıram, adam liberalistdir bu. Adını çəkirəm, qoy, problem yoxdur. Akşin Yenisə izad bunları oxuyub birdən oradan məqalə. Adam yəni şey yoxdur. Mütaliə kültürü yoxdur adamın. İndi Akşin Yenisəyin, nə bilim o, Günel Mövlud zad bunların bir iki dənə məqaləsi zadını oxuyub, indi elə bilir ki, aydınlanıb da bu. Deyir ki, indi güya ki bu Allahı inkar eləmir. Əksinə Allahı ucaldır. Amma halbuki Allah alçaltdığının fərqində deyil. Çünki Allahı tanımır axı. Ona görə elə bilir ki, Allahı ucaldır. Müşrik də elə bilir ki, Allahı ucaldıram mən. Deyir ki, görün nə deyir? Deyir ki, Allah deyir, çox böyük varlıqdır deyir. Həmin o adam deyir, o Akşin Yenisə ilə aydınlanan adam. Deyir, Allah deyir, çox böyük varlıqdır. Çoxdan söhbət edir, olar bir 12-13 il əvvəl. Deyir ki, Allah deyir, çox böyük bir varlıqdır deyir. O deyir, ucadır deyir, hər şeydən deyir. Gətir bunu deyir, kalbasaya zada deyir, daxil eləməyin də, Allah haramdır, nə bilim nədir. O boyda Allah deyir, kalbasaya qarışacaq deyir. Güya ki, bu indi Allahı ucaldır, münəzzəh edir kalbasadan, başa düşürsən. Halbuki Allahı alçaldır. Bu nə edir, məsəl üçün? Sən əgər Allahı bir kralla qiyas etsən, müqayisə etsən, sən bu qənaətə gələcəksən. Çünki kral böyük adamdır da, yəni kral bütün ölkəni idarə edir, imperiya idarə edir, onun elə böyük işləri var ki, yəni, ordular idarə edir, Allah bir haram fəth eləyir, son. Durub mən burada soğan yedim, sarımsaq yedim, buna qarışmayacaq. Onun vaxtı yoxdur da elə şeylərə, başa düşürsən? Xırda para şeylər, onun böyük işləri var. Sən də Allahı krala bənzədirsən. Sən orada Allaha səmi' və basir olduğunu inkar etmiş olursan. Çünki Allah səni hər yerdə görür, hər yerdə eşidir, qəlbindən keçənləri belə bilir. Kral adam biləcək.
Südə suyu qarışdır, ver satda cəmaata. Hardan biləcək kral? Anası deyirdi o Ömər radiyallahu anh dövründə. İlah təsəvvürləri o formada. Bəli, ona görə də o şərik qoşur Allah. Bəli. O Allah tanımır o. O deyir ki, məsəl üçün, Səhv tanıyır. məsəl üçün, bax bunu edərkən Allahı ucaltdığını düşünür. Məsələn, deyir ki, mən günahkar bir varlığam. Mən Allahın nə üzünə dua eləyəcəm? Mən Allahın nə üzünə tövbə eləyəcəm? Açım əlimi Allahdan dünən filan şeylə, o bu da qələt eləmişəm. Durub indi əlimi açıb Allaha deyirəm ki, ya Rəbbi mənim bağışla zat. Üzüm gəlmir axı. Gör Allahdan necə həya eləyir. Təqvadır bu adam. Ona görə mən nə edirəm? Mən gedirəm filan şeyx əfəndiyə, mən gedirəm filan pirə, mən gedirəm filan yerə, gedirəm öz sözümü ona deyirəm. O da oradan hansısa bir formada Allaha çatdıracaq. Dolayısıyla sən nə etmiş oldun? Sən Allahla arandakı münasibəti pozdun. Başa Amma bunu nə etdin? Təqva şeylə göstərişinə etdim bunu. Yəni təqva, gör ki mən təqvalıyam, Allahdan həya edirəm falan. Hansı şeytan Allahdır? Şeytan, ona görə şeytan nə edir? Sağdan yaxınlaşır. Gör ki sənə təqva şey eləyir, oradan nə demək, pompalayır. Amma sən şirkə düşdüyün fərqində deyilsən. Və sənə deyir ki, adam, evlənmirəm. Mən Allahdan qorxuram. Ona görə evlənmirəm. Niyə? Birdən haqqını vermərəm ailənin. Birdən belə olar, elə olar. Ona görə yaxşısı budur mən evlənməyim, o məsuliyyətin altına girməyim. Elə bil ki, sən deyirsən ki, bu sənəyə bənzəyir. Sən deyirsən ki, mən namaz qılmıram. Niyə qılmırsan? Qorxuram bir də namaza xəta eləyərəm, sonra Allahın qarşısında özünə çıxacam. Yəni, sən ən başda zaten elə namaz qılmamaqla elə böyüyünü eləmsən də, yəni. Onun içərisindəki xətalardan mı qorxursan? Yəni, bu üzür deyil. Yəni, sən üzrün qəbahətindən betərdir. Və sən bunu edərkən, bunu sənə şeytan öyrədib. İkincisi, sən bunu danışarkən səmimi deyilsən. Çünki sən öz qorxaqlığı təqva ilə malalayırsan. Öz acizliyi, zəifliyi təqva ilə malalayırsan. Və bu çox ciddi bir şeydir. Adam məsəl üçün gedir, işləmir, pul qazanmır falan, deyir ki, çöldə fitnə var. Nə bilim, açıq-saçıq qadınlar gəzir falan deyir, mən gözüm sataşıb günaha düşürəm, fitnəyə düşürəm. Yəni nə edirəm? Ona görə evdə oturan sədaqə verin mənə. Yəni, adam təqvalıdır, göy ki, təqvalıdır. Və bu, yəni şeytanın 50 cür oyunu var insanın başına açır. Bayaqki Nisa surəsi yarısı qalmasın, oxuyaq onu. Ey insanlar, sizin Rəbbiniz sizi tək bir candan yaratdı, sonra ondan zövcəsini yaratdı, sonra da kişilər və qadınlar olaraq onları çoxaltdı və yaydı, deyir. Vəttaqullahəl-ləzi təsəəlunə bihi vəl-ərham. Vəttaqullahəl-ləzi təsəəlunə bihi vəl-ərham. Yəni, Allahdan ki, o çox şeylər ki istəyirsiniz, müxtəlif şeylər istəyirsiniz, ondan qorxun, həmin Allahdan qorxun. Ki, onlar çox... Və neyinin? Vəl-ərham, yəni qohumluq əlaqələrini qoruyun. Qohumluq əlaqələri nə ilə, hansı ayədə eyni yerdə keçir? İnsanların kişi və qadına yaratması, daha doğrusu kişi və qadına yaratması doğru yanaşma deyil. Allahın kişini yaratması, sonra ondan qadını yaratması, sonra da bunlardan bütün nəsli törətməsi, tohumu törətməsi və bunların arasında qohumluq əlaqələrinin yaradılması. Və sən Allahdan müxtəlif şeylər istəyirsən, o Allahdan qorx və qohumluq əlaqələrini qoru. Çox maraqlıdır. Qohumluq əlaqələrini qoru. Demək ki, sən qohumluq əlaqələr nə ilə formalaşır? Məsələn, sənin əmin var, dayın var, bibin var, xalan var, nə bilim nə var. Yezdan var, qaynatan var. Hardan çıxdı bu münasibətlər? Evlilikdən çıxdı da. Evlənməsəydi heç kim, əmi, dayı bu anlayışlar ümumiyyətlə olmayacaqdı. Dolayısıyla qohumluq əlaqələri nə ilə formalaşır? Evliliklə formalaşır. Və bu nə olur? Əgər insanlar evlənməsəydilər, ucundan tutma hər kəs zina ilə yola verir. Düzdürmü? İnsanlar arasında münasibətlər necə formalaşacaqdı? Sənin əmin, dayın, baban, ulu baban, nə bilim, sənin nəvən, nəticən necə olacaqdı? Yəni, demək, evlilik həm də eləyir, toplumu pərçimləyir bir-birinə. O toxuyur bir-birindən. Yəni, o ilmələr bir-birinə girir. Və ortaya nə çıxmış olur? Faydalı bir məhsul ortaya çıxmış olur. Yoxsa sən gətir ipləri götürüb belə bir-birinə qarışır, tullu ortalığa ki, mən iş görürəm. Olmur axı elə. O əksinə sən problem yaratdın. İplər qarışdı bir-birinə, bilmir hansı nə ipdir. Toxumalısan onu. O evlilik nə edir? Həmin o parçanın ilmələrini formalaşdırır. Bilmirəm, o toxucular daha yaxşıdır onun terminologiyasını. Yəni toxuyur, yəni toplum toxuyur. Bu şəkildə toxunur və münasibətlər yaranır. Münasibətlərlə insanların arasında mərhəmət yaranır. Ərhəm sözü eyni zamanda mərhəmət sözünə eyni kökdəndir. Həm qohumluq əlaqələrini qorumaq, həm də bir-birinə qarşı mərhəmətli olmaq. Mərhəmətli bundan formalaşır. Yəni kimsə durub deyər ki, mən qohumlarından heç bir xeyir görməmişəm, mərhəmətli falan da deyirlər. Sənin öz halın ümumiyyətə, bütün bəşəriyyətə aid deyil. Sənə əgər qohumların münasibətin pissə və qohumların sənə qarşı pissə, bu sizin probleminizdir. Bu sizin naqisliyinizdir. Get o naqisliyi harada yol verirsə o naqisliyə, gedin onu düzəldin. Sən bütün belə deyək də bir həkim necə deyim, bir səhv elədi, səhv nəticəsində xəstə öldü məsələn. Neyini bütün tibbi yığışdırırsan, Səhiyyə Nazirliyində uçur buldozerə verir. Bu doğru yanaşma deyil bu. Bir də müəllim, Allah razı olsun, çox önəmli məsələyə toxundun.
bu yenə qayıdırıq köşədə. Allah insanı niyə yaradıb? Sən əgər səni Allahın yaratdığını qəbul etməsən və qəbul edib də boş-boşuna yaratdığını desən, hə? Tamam, bu mövzu başqadır. Onda nə edirsən elə? Zaten bunun bir cavabı yoxdur da. Amma sən desən ki, yox, Allah yaradıb və təbii ki, Allahın yaratdığını qəbul edəndən sonra avtomatik ikinci cavab ortaya çıxır. Bəli, Allah yaradıbsa, demək ki, o bir məqsəd üçün yaradıb. Boş-boşuna yaratmaz. Yəni yaradan belə şeydən xalidir də. Hə, onda niyə yaradıb? Allah nə deyir? Deyir, mən sizi hansının yaxşı və pis əmələ sahibi olduğunuzu yoxlamaq üçün yaratdım. Demək bizim yaradılmamızın məqsədi testdir, imtahandır. Düzdür? Yəni mən ona görə bu podkastı bunun üzərinə qurmağa çalışdıq ki, yəni biz niyə yaranmışıq? Test edilmək üçün, imtahan edilmək üçün. Nə olacaq? Evlənəsən, xanımınla imtahan olunacaqsan. Uşağınla imtahan olunacaqsan. Ruzu ilə imtahan olunacaqsan, hə? Qohumlarla imtahan olunacaqsan. Yaxşı. Fəkədəlikə cəalnakum ba'dakum li ba'din fitnə. Sizin bəzənizə imtahan etdik. İmtahan tasbirun, səbr edəcəksiniz. Hə, aysa o. Yəni onda sual yəni niyə imtahan olunuruq? Baxaq görək hansınız səbr edəcəksiniz, cənnətə gedəcəksiniz, hansınız cəhənnəmə gedəcəksiniz. Zaten bayaq sitat gətirdiyim o ayə ki var, Nisa surəsi 1-ci ayə. O qohumluq əlaqəni qoruyun deyir. Arınca nə gəlir? İnnallaha kana alaykum raqibə. Allah sizin üzərinizə gözətçidir. Bəli. Yəni sən sonra sən nə edəcəksən? Bu necə ki o qadın kişi törədi, artdı, bunlar evləndilər, şey oldu, yəni qohumluq əlaqələri formalaşdı falan filan. Axırda nə olacaq? Allah sizin üzərinizə gözətçidir. Niyə gözətçidir? Çünki axırda ya buna cavab verəcəksən. Yəni bütün bunlar önəmli məsələlər də. Yəni sən məsuliyyətdən qaçmaqla deyil. O biz evlənmək istəmirik. Çünki bu belə. Məsələn, zənn eləyək ki, evlənmə elə baş verir ki, qohum-əqrəba ortaya çıxmır. Məsələn, zənn eləyək də. Yəni biz sadəcə məsələn də, yəni biz sadəcə bir xanım, bir də uşaqlarımızla münasibətlər və haqqlar yaranır. Sadəcə. Qonşu da yoxdur. Belə bir dünyada biz insanların yaxşı pis əməl sahibi olmağını nətər təsbir edirik? Çünki biz qonşularla müxatabıq, qohumlarla müxatabıq. Bunlar hamısı ilə münasibətdə yaxşı və pis əməllər ortaya çıxır. Haqlar ortaya çıxır da. Yəni çünki Allah bizi qohumlara niyə məsul tutur? Tutmazdı da, yəni. Niyə tutur ki? Niyə qonşudan məsul tutur? Demək ki, biz ictimai ortamlarda, yəni çünki biz niyə yaradılmışıq? İmtahan olmaq üçün. Əməlimizi Allah görmək istəyir də. Əməlimizin ortaya çıxması üçün də biz gərək haqq və hüquqlarımızın olduğu insanlar olsun. Əgər insanların 90% yad olsa, yad. Haqqımız keçməyəcək. Bizim hansı əməllərimiz olacaq ki, biz bir dənə arvadımızla, uşağımızla münasibət quracağıq, ondan görə hesab verəcəyik də. Bizim yaxşı və pis insan olmağımız, yaxşı və pis qul olmağımız harda ortaya çıxacaq? Dolayısıyla mən ona görə bu mövzu podkastın mahiyyəti oydu ki, biz niyə yaranmışıq? Bizim vəzifəmiz nədir? Məqsədimiz nədir? Yəni biz qohumlardan, qonşulardan qaçmaqla qurtulmayacağıq. Biz onlara yaxınlaşaraq, onlarla münasibət quraraq, savab xanamızı dolduraraq cənnətə gedə bilərik. Biz çəkilək bir dənə dağa çəkilək, arvadın uşağını qoyaq ora. Sü, qurtularsan sən yəni. Sən özün məsuliyyətdən qoparırsan. Allah səni ərrədib fırladıb orada da məsuliyyətin altına salacaq. Başqa şeylərlə səlmə. Yəni biz zaten məsuliyyətdən qaçmaq elə ən böyük məsuliyyətə cəlb olmağına səbəb olacaq. Yəni məsuliyyətdən qaçmağın özü o deməkdir ki, sən etdiyin yanbakar qalacaq. Məsuliyyətdən qaçmağın özü də cinayətdir. Evlənməyəsən, sobaya qalasan, nə olacaq? Nəfslə imtahan olunacaqsan. Artıq səni Allah şəhvətlə imtahan edəcək. O tək qalmaq, psixoloji çətinliklər, bunlarla səni imtahan edəcək. Hara qaçsan bu dünya imtahandır. Yəni mən demək istəyirəm ki, müasir dövrün insanı imtahandan qaçmağa çalışır. Amma bu dünyada imtahandan qaçmaq mümkün deyil. İlla ki sən kasıbçılıqla, bəla müsibətlə, xəstəliklə, qonşunda pis bir qonşu ilə, illa ki bir şeylə imtahan olunasın. Və yaxud da ki soyuq bir mənzildə yaşlı bir insan olaraq bir itlə bir yerdə yaşayacaqsan. Və itin yanında öləcəksən, qonşun belə xəbər olmayacaq sən ölmüsən. İvi biləcək, ondan sonra polisə xəbər edəcək. Polis gəlib sən iyrənə sənin meyidi oradan çıxardacaq. Sonra da real bir şey danışıram. Bilirəm. Yəni bu get-gedə bu çoxalır. Yəni İsveçdə, Fransada, İsveçrədə o hardakı xoşbəxtlik səviyyəsi çox yüksəkdir dilləri. Onların hamısında bu şeylər baş verir. Sonra da dünya elan edirsən ki, bəs biz azad olmalıyıq, şəxsiyyətli yaşamalıyıq. Zaten bax. Sonuç budur da yəni. Biz biraz cahilik. Yəni bu şərq toplumu cahildir. Şərq dediyim məsələn müsəlman şərqdən söhbət gedir. Çin, Yaponiyada onların dərdi tamam başqadır. Cahilik nəyə görə? Çünki biz Avropaya özənirik. Elə bilir ki, Avropa belə, Avropa elə, Avropa elə. Avropa yoldan qayıdır. Yəni mən oranı belə deyək ki, aktiv şəkildə izləyən biri olaraq. Doğru.
Və xəbərim var, Avropa aylı vardı. Orada elə hərəkatlar çıxıb ki ortalığa. Sadəcə olaraq onlar kafir olduqları üçün ilahi düstur onların əlində yoxdur deyə. Onlar ya ifrata varırlar, ya təfritə gedirlər. Aynen. Məsələn, bu feminizm çox yüksək səviyyəyə qaldı. Feminizm zaten nədir? Yəni ailənin kökünə balta çalmaqdır da. Amma bu şəkildə ailə institutu dağıldı, hər şey məhv oldu. İnsanlar oldular, yəni nihilistləşdilər. Elə nəyə görə yaşadıqlarını bilmirlər. Bu səfər məsələn Amerikada bir hərəkat ortaya çıxdı. Bilənlər bilir, Red Pill hərəkatı çıxdı ortaya. Red Pill. Bu nədir? Bu feminizmin kişi versiyasıdır. Yəni bunlar feministlər necə qadınçıdırlarsa, kişidirlər bunlar kişiçidirlər bəli. Və bunlar deyirlər ki, əsl kişi necə olmalıdır, bunu öyrədirlər. Kişi belə olmalıdır, nə olmalıdır. Və mən onlara qulaq asıram. O Red Pill-ların onların bir şeyləri var da, bir alimləri var, nə bilim, böyükləri var, müəllimləri var, danışırlar. Qulaq asıram, onlar nə edirlər? Bunlar bu təfə məsələni də ifrata aparırlar. Balans yaranmır. Bunlar artıq qadına bir obyekt kimi baxırlar. Nə bilim, hüququ olmayan bir şey kimi baxırlar. Axmaq kimi, səfeh kimi baxırlar. Nə bilim, deyir ki, məsələn, örnək olaraq amma feministləri yəni bir şey var, belə bir Əslində feminizm nədən ortaya çıxıb? O da qadınların haqlarının tapdalanmağından. İndi də məsələn deyir ki, kişilər idmanla məşğul olmalıdırlar, bədənli olmalıdır. Məsələn özləri fikri özlərinə verməlidir. Qadını boş verir, qadın adamdır. Ox atmağı öyrənməli, at çapmağı öyrənməli, qayaya dırmaşmağı öyrənməli. Bu səhv deyil bunlar. Bunlar kişi bunlar bacarması onun üçün bir üstünlükdür. O ayrı bir şey. Amma sən bunu bir qayə halına gətirirsən və qadınları aşağılayırsan. Bu problemdir. Halbuki biz qadınları nə etməliyik? Qadınları öz məsuliyyətimiz altına almalıyıq. Bu tip yanaşma, ona görə məsələn bu qərb heç vaxt heç bir şeyə şey gətirməyəcək. Bir həll yolu gətirməyəcək. Zaten bax keçmişdəki həlak olan qövmlərə biz baxanda Ad qövmü, Səmud qövmü, Lutun, Aysəmi qövmü, bunlar çox yüksək səviyyəli bir sivilizasiya idi. Yəni bunları o dövrdə biz hələ bilmirik, yəni bəlkə bir texnologiyalarda da inkişaf ediblər. Yəni Allah Subhanahu taala ki, "Əlləti illəm yuxlaq misluha fil bilad." Ad haqqında danışır. Deyir ki, onların mislində yer üzərində heç kəs yaratmamışdır. Heç kəsi. Allah bilir nə var idi onlarda. Yəni sivilizasiya çox yüksək idi. Yəni hərbidə, iqtisadiyyatda, kənd təsərrüfatı, sənaye, hər şey yüksək səviyyədə. Amma nə? Zaten onların sapma səbəbi də oldu. Və idə bataştum cəbbərin deyir. ki, onları insanlar tutanda düşməninizi belə cabbar bir şəkildə tutursunuz. Yəni elə bir ki, tutursan belə cücənin başını belə qopartmaq nədir ki, heç nə. Belə tutub belə öldürürsünüz da. Çünki cüssəli idilər, böyük idilər. Ona görə onlar nə etdilər? Hud əleyhissalam onları tövhidə dəvət edəndə dedilər ki, və daha doğrusu Allahın əzabı ilə onları qorxudanda, Allahın bəlası ilə həlakı ilə onları qorxudanda dedilər ki, bizə heç kim heç nə edə bilməz. Niyə? Çünki güclüdülər. Öyrəşiblər buna. Bizim belə texnologiyamız var, belə nəyimiz var. Ad qövmü getdi. 8 gün getdi, gecə üzərlərində tufan əsdi, misli görünməmiş. Və onlar şey oldular, silindilər. Ardınca Səmud gəldi. Səmud qövmü Ad qövmündən xəbərləri var idi. Və Salih əleyhissalam onlar çünki onları Ad qövmü ilə xəbərdarlıq edir. Baxın adın başına gəldi. Onlar nə etdilər? Onlar qayaları oydular, içərisində evlər tikdilər. Dedilər ki, sən biz Ad qövmünün başına yana qorxutma. Biz qayaların içərisində yaşayırıq, tufan buna heç nə eləyən deyil. Və mə qadarullaha haqqa qadri. Onlar qayaların içərisindəki o evlərin böyüklüyünü, ehtişamını gördülər. Allahın qədrini haqqı ilə bilmədilər. Bilmədilər ki, Allah hər şeydən ucadır. O səni həlak etmək istəyərsə, aya uçsan da, Marsa uçsan da səni həlak edəcək. Və dolayısıyla Allah onları səslə məhv etdi. Təsəvvür edirsinizmi? Ona görə bunların özündən çıxmaqları, özlərini böyük görməkləri, Allaha baş qaldırmaqlarının səbəbi nə idi? Allahın onlara başqalarına vermədiyi nemətləri verməsi idi zaten. Onlar onunla özlərini böyük gördülər. Allaha baş qaldırmağa başladılar. Qərbin və vəziyyəti də həminki məsələdir. Sən onların texnoloji inkişafı, nə bilim rifah halı, nə bilim nəyi, bunlar səni aldatmasın. Onların sosial-ictimai strukturu məhv olmuş bir vəziyyətdədir. Demografik böhran, yəni mənfinin altında, sıfırın altındadır. Və dəhşətli bir biabırçılıqdır. Yəni insanlar necə deyim, yəni rifah halı yüksəkdir. Rifah halı nə ilə ölçürsüz? Çünki bunlar kapitalist olduqları üçün hər şey pulla ölçülür. Adam başına düşən, sən iqtisadçıdan daha yaxşı bilərsən o terminologiyanı. Adam başına düşən pul, ümumi gəlir. Ümumi mənfəət. Adam başına düşən ümumi gəlir, hə. Adam başına düşən ümumi gəlir. Bundan hesablayırlar. Ümumi gəlir çoxdursa, deməli insanın rifah halı təhsil səviyyəsi, səhiyyənin səviyyəsi, bəs bunların mənəvi psixoloji halları, bir də intihar statistikasına bax. Ən böyük statistika yenə Avropadadır. Yəni 40 yaşını keçəndən sonra itlə yaşayan qadınların sayı yenə də Avropada çoxdur. Yəni bizdə nənəvələri əllərinə ayağına dolaşır. Bunlar isə itlə yaşayırlar. Çünki özür istəyirəm. Orada qadın bədənini ilahlaşdırılır.
Qadın bədəni, bunlar da yalnız evliliyə aid olan məsələlər, yəni sosial ictimai struktura aid olan məsələlər. Qadın bədəni ilahlaşdırılır. Qadın bədəni hansı qadının bədəni ilahlaşdırılır? 60 yaşında nənənin yox hər halda. 18, 20, 25 yaşında. Artıq 30 yaşa çatanda, yəni artıq ikinci plana keçir. Çünki 18 yaşındakı kimi deyilsən. Yeni qurbanlar lazımdır. Artıq 35-40 yaşa çatdısa əgər, 40 yaşdan sonra sən artıq heç kimə lazım deyilsən. Sən ən axırıncı plandasan. Ona görə sən nə edirsən? Baxırsan ki, heç kim səninlə münasibət qurmaq istəmir, heç kim sənlə evlənmək istəmir. Sən nə edirsən? Deyirsən ki, gedim özümə it alım, özümü onunla ovudum. Onunla ovudum özümü. Ömrün qalan səsi itlə yaşayırsan, ondan sonra ölüb gedirsən öyle. Qövmlərlə bağlı maraqlı şey dedin ki, Allah onları hara qaçdılarsa şey elədi də. Firona da baxırıq ki, Firon öz qatilini öz sarayında öz əli ilə böyüdür də Musa əleyhissalama. Avropa özü öz əli ilə öz axırını gətirdi. Bu gün bir neçə illər əvvəl qadın haqqları, feminizm, bunu həyata pompalayan, qadınlar işləsinlər falan deyən Avropa öz əli ilə nə oldu? İndi artıq böhran yaşayır. Qadınlar artıq əhali azalır da. Qadınlar, yəni bunların 20 il əvvəlki siyasəti indi öz əleyhlərinə işləyir. Bunların dünyanın fərqli yerlərinə törətdiyi müharibələr miqrantlarla öz əleyhinə işləyir. Yəni ucu Allah o qədər öz qüdrətini göstərir ki, deyir ki, siz o qədər acizsiniz ki, mən sizi öz əlinizlə, öz əməllərinizlə sizin axırınızı gətirirəm. Rum surəsi 41-ci ayədir səhv eləmirəmsə. İnsanlar öz əllərinə etdiklərindən dolayı yer üzərində fəsad olar ki, onlar öz əllərinə etdiklərinin acısını datsınlar və bəlkə qaydalar. Yəni əslində bu baş verənlər, dediyimiz bu böhranlar, əslində yenə də bir mesajdır. Allahın verdiyi bir şansdır ki, baxın, görün sizin axırınız hara gəlib çıxdı, özünüzə gəlin. Mənə sadəcə təsir olur ki, yəni necə ki Firon öz qatilini özü öz əli ilə böyütdü. Avropada öz qatilini özü öz əli ilə böyütdü. Və o siyasəti bütün dünyaya yaydılar. İndi burada yavaş-yavaş toparlayaq. Bayaq o nəfsə toxunduq. Bu da məncə çox kritik bir nöqtədir. Şeytan daima insana haram şeyləri gözəl göstərir. Bu Quran ayətidir eyni zamanda. Bir dənə buna da toxunaq. Çünki insanlar belə deyək də, yaxşı və doğrunu necə müəyyənləşdirirlər? O özlərinə xoş gəlirsə, onlara yaxşı görünürsə, onu doğru olaraq qəbul edirlər. Bu da məncə çox kritik bir nöqtədir. Yəni insanlar, möminlər hələ qoyuram qırağa, mömin olmayanların bundan xəbəri yoxdur ki, ay qardaş, bu mənim xoşuma gəlir, amma bu nətər oldu mənim xoşuma gəldi? Baxın. Bir dənə örnək verim, çox üzr istəyirəm. Məsələn, adam evlənməzdən əvvəl qız, xanım ona başqa cür görsənir də, yəni kraliça, belə dünyanın ən gözəl insanı. Evlənəndən artıq bir müddət sonra o xanım onun üçün adiləşir. Evli kişidir. Xanım ona adi görünür. Amma yad bir qadın ona daha gözəl. Toyuğu qaz görünür. Yəni bu adam bunu başa düşmür ki, bununla bağlı kinolar, sənədli filmlər ki, Çiniyə aldadır. Çiniyə yad xanıma daha çox diqqət ayırır, tamaş göstərir də. Bunun səbəbini tapa bilməzlər. Mümkün deyil bunun səbəbini tapasan. Bunu nə psixoloji, nə fizioloji izah edə bilmərsən. Belə izah edə bilərsən ki, xanıma öyrəşib ona görə yeni bir şey axtarırdı. Amma şeytan halalı ona pis göstərir, haramı ona gözəl göstərir. Düzdür? Doğrudur. Ümumiyyətlə, sən bir şeyə yaxşı, məsələn, inil hukmu illə lillah. Hökm yalnız Allahındır. Düzdürmü? Bu geniş bir məfhumdur. Yəni çox dərinlərə girməyəcəm. Sənin dediyin məsələyə aid olan qismi deyəcəm ancaq. Məsələn, sən bir şeyə gözəl deyəndə, çirkin deyəndə, yaxşı deyəndə, pis deyəndə nəyə əsasən deyirsən bunu? Nəyə əsasən deyirsən də? Ola bilər ki, sən nəyəsə məsələn çirkin deyəsən, pis deyəsən, Allah ona görə yaxşı desin. Bu zaman sən küfr etmiş olmursan mı? Allahın dediyi şeyə zidd edirsən. Sən küfr etmiş olursan. Ona görə biz dediyimiz sözlərə diqqət etməliyik. Sən bir şeyi qınayanda, bir şeyi tənqid eləyəndə, bir şeyə pis deyəndə, bir şeyə hikmətsizlik deyəndə, bir şeyə nəsə deyəndə, bax gör Allah onun haqqında nə deyir. Bu önəmli bir məsələdir. Çünki əgər insanların ağlına görə olsaydı, heç bir peyğəmbərə və kitaba ehtiyac olmazdı. İnsanlar öz ağılları ilə nə lazımsa hər şeyi çözərdilər. Amma Allah Subhanahu va Taala peyğəmbərləri və kitabları vasitəsilə insanlara haqqı və batili göstərir. Çıxış yolları. Çıxış yolu göstərir. Bəli. İndi məsələn, əgər biz ilahi mesajı aradan qaldırsaq, yox etsək, yerdə nə qalır? Həva. Həva da nədir? Həva da insan ancaq pis və çirkin şeyləri əmr edər, amma bunu gözəl göstərərək edər. Dolayısıyla budur. Məsələn, məncə aydın oldu. Tamam, belə yekunlaşdıraq da, bismillah. Yəni bizim bu podkastda mənim əslində məqsədim və sizi çağırmaqda məqsədim, hansı biz danışmışdıq, WhatsAppda da danışdıq məsələləri, dünyadakı problemlərin kök nöqtələri var. Bir, insan nəfsi daima pis şey istəyir, haram şeylərə meyl edir.
2 insan məsuliyyətdən qaçan varlıqdır. Yəni biz Allahın kitabına baxıb indi dünya bunu nə ilə müəyyənləşdirməyə çalışır? Psixologiya ilə, sosiologiya ilə, tibblə ki, yəni insan nədir də? Amma biz Allahın kitabına baxırıq ki, orada nə deyilir də? Daha sonra nə görürük? Dedik məsuliyyətdən qaçan varlıqdır, hə? Nəfs daimə pis şeyləri istəyir. Şeytan ona haramları, pis şeyləri gözəl göstərir. Yaxşıları amma halal şeylər ona pis göstərir. Yəni bu kimi və Allah bizi niyə yaradıb? Hə, bəli, bizim qabağımıza pis şeylər çıxacaq, imtahan olunacağıq, çətinlik çəkəcəyik, xoşumuza gəlməyən şeylər olacaq. İndiki dünyada insanlara belə bir fikir aşılır ki, bir şey xoşuna gəlmirsə, onu eləmə. Ona uzaq dur. Amma biz bu tərs axı, bizim dinimiz elə demir axı. Deyir sənin ola bilsin ki, cihad sənin xoşuna gəlmədi. Amma sənin xoşuna gəlməyən şeylərin nə qədər sənin üçün xeyirlər var. Yəni mənim məqsədim bu idi ki, biz bu podkastda bu təməl fundamentləri qoyaq ki, növbəti podkastlarda danışanda ki, mən evlənirəm, amma uşaq məni əsəbləşdirir, qoymur mən inkişaf eləyim, akademik karyera qurum. Ona deyirsən ki, Allah səni ona görə yaradıb da. Yəni burada bu podkastın məqsədi bir zəmin formalaşdırmaqdır ki, sabah gün sən hansı bir fikir bildirəndə biləsən ki, bu tərs fikirdir yoxsa düz fikirdir. Aynen. Və ya o sualın doğru bir düşüncə formalaşdırırsan birinci. Ondan sonra məsələn necə deyim sən, necə ki o kapitalist hər şeyi pulla həll edəcəyini düşünür. Yəni sən ki, demoqrafik böhran var. Pul çatışmır ona görə. Nə bilim, hər şeyə gəlib pula bağlayırsan ya. Evet. Bizim də bir bağlandığımız bizim bir ilkələrimiz var, bir prinsiplərimiz var ki, ayağımızı ora dirib söz danışırıq da. Yəni onu birinci doğru anlamaq lazımdır ki, biz hardan çıxış edərək danışırıq. Məsələn, biz deyirik ki, mənim ailəmə qarşı, xanıma qarşı öhdəliklərim var, uşaqlarıma, düzdür? Məsuliyyətim var da, vəzifələrim var. Tamam. Demək ki, onda mən ailəmlə nə onlara eləyirəmsə, sərf eləyirəmsə, bunun hamısı mənim üçün savabdır. Mən də savab qazanmaq üçün dünyaya gəlmişəm. Hətta ən gözəl sədaqə ailəyə xərclənən. Bəli. Təbii bu ailənin həvasına xərclənən yox. Burada da bir ayrım etmək lazımdır. Yəni ailə nə istədisə onların həvasına görə hərəkət etmək deyil bu. Yəni burada ailənin təməl ehtiyacları, bir də ailənin inkişafa aparan xərclərdən söhbət gedir. Bu var, bu iki dənə kriteriya. Bu elə ayrıca bir podkast mövzusudur. Bəli. Tamamilə doğru. Geniş mövzudur, çox önəmli. Tamamilə doğru. Ya biz əslində orada davranışlarımızı belə normal bilmirik. Ki nəyi necə eləməliyik? Allah, bu sədaqə vermək Məsələn bir hər şey sədaqədir. Qardaş indi məsələn mövzunu bağlayacaq. Məsələn bir misal verim. İnsan ifrata və təfritə qaçan bir şeydir. Baxın, bir şey nəfsinə xoş gəlir. Onun üzərində bütün fəlsəfə nəzəriyyə qurur. Abi ki Allah Rəsulu o sözü deyib, amma hansı kontekstdə deyib, nəyə görə deyib? Məsələn deyir Allah Rəsulu sallallahu əleyhi və səlləm deyir ki, sizin xeyriniz əhlinə qarşı ən gözəl davranır, mən isə əhlinə ən gözəl davranıram. Görürsən Allah Rəsulu deyir ki, əhlinə qarşı gözəl davranan ən xeyirlidir. Mən də ən xeyirlən olmaq istəyirəm. Ona görə də mən belə deyək, zövcəmə quyruq olmuşam. Ya sən məsələn tamamilə yanlış anladın. Tez gedirəm, kömək edirəm. Sənin bir yer üzərində məqsədin var, bir hədəfin var, bir missiyan var, davan var. Yəni hər şey atdın, getdin, yapışdın ora. Bu doğru deyil. Yəni hər şey öz kontekstində doğru anlamaq lazımdır. O da bu dərsdən yəni 4-5 dənə prinsip çıxarsaq, 4 dənə prinsip çıxarsaq, o prinsiplərdən birisi də buydu. Yəni insan oğlunu vəhiy gəlməsə insana, insan ya təfritə qalacaq, ya ifrata gedəcək. Bəli. Amma vəhiy gəlir, bunları Məkkəli müşriklər aşırı qonaqpərvər idilər. Aşırı qohumbaz idilər. Çox ifrata getmişdilər. Yəni bizim bu podkastın məqsədi buydu ki, müəllim, bu prinsipləri ortaya çıxaraq ki, ey insanlar, bax Allah xəbərdarlıq edir bizə. İfrata təfritə getməyin, gedəcəksiniz. İnsan oğlu da bu halda da hal-hazırda. Bir problem düzəldəndə təfritə gedirlər. Sonra deyirlər ki, yox, çox təfrit oldu, biraz ifrata gedirlər, də belə qalırlar bilmirlər hansı bunun. Biz vasat ümmətik. Şəriətdən məhrumdur deyə. İnsan bilmir ki, bunun ortası nədir də. Tamam. Allah razı olsun. Təşəkkür edirəm Fərhad müəllim. İnşallah izləyicilər bizi biraz mazur görər, biraz dağınıq oldu. Düşünürük ki, faydalı olsun və növbəti podkastlarda inşallah görüşürük. Oldu. Assalamu alaykum. Və aleykum salam və rahmetullah. Subhanakallahumma bihamdik. Əşhədü ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk. Allah razı olsun müəllim.